Buraxılışın baş sponsoru Azərçay. Azərçay, doğma çay. Salamlar Dostlar salamlar. Azərçayın dəstəyi ilə və Akartın baş sponsorluğu ilə söhbətgahı dinləyirsiniz. Akartda ödənişlər bölməsinə keçəndə parking bölməsi var. Vurursan 1% cashback alırsan. Amma yəni bütün nə qədər mollar varsa, onların və ya şeylər varsa, parking məntəqələri varsa, oradan cashback alırsınız. Amma parkingdə yoxdur cashback. Bu birinci məsələdir ki, niyə görə məsələn ayına bunda cashback qaytarmaq istəmir. Yəni hamısı verir də 1% cashbackini. çox güman ki, dövlət məsələlərdə ƏDV, MDV zat. Yox, yəni versin cashbackini versin. Anar İnsan Yönümlü Şəhərlər səhifəsinin redaktoru və həmçinin urbanist bloger. Səhv etmirəmsə Azərbaycanda ilk şəhər salma ilə və urbanistika ilə bağlı bloq edən şəxsdir. Anar, xoş gəlmisən. Xoş gününüz olsun. Təşəkkür dəvətiniz üçün. Və birinci sual elə parkingdən başlayaq. Mən davamlı olaraq biz avtostopda da insan yönümlü şəhərlərdən falandan danışırıq. Amma məni narahat edən bir dənə məsələ var. Siz və digər şəhərin belə deyək də problemlərindən danışan şəxslər bu məsələdən elə bir ki, yan qaçırıq. Bu kütləvi surətdə şəhər yollarının pullu parkinqə çevrilməsidir. Misal olaraq isə biz hər zaman ya Londonu, ya Parisi, ya Moskvanı və ya digər əraziləri gətiririk ki, orada belədir. Amma orada pulsuz olan, yəni şəhərin içərisində pulsuz olan yerlər də var. Rahatlıqla gedib orada saxlaya bilirsiniz. Niyə biz Qərbin bu insan yönümlü şəhərlər deyilən hissəsinin ən radikalını götürürük? Yönümünü götürürük. Onun yönüm, insan yönümlüsünün insan hissəsi qalır, yönüm hissəsi gedir də, yəni. Tural, birincisi mən digər tərəfdən başlamaq istəyirəm ki, biz ümumiyyətlə belə deyim də indi hal-hazırda yəni Bakıdan başlamışıq, Bakıda baş verən mən buna urbanistik islahat deyirəm də bir termin olaraq, amma ümumiyyətlə bu dəyişikliklər olsun yollarımızda, küçələrimizdə. Bax, bu islahatlarla əslində çox gecikmişik. Bunlar hardasa ən azı bir 5-10 il bundan əvvəl də başlaya bilərdi. Ona görə bugün tətbiq edilən bütün yeniliklər, yəni əlimizi nəyə atırıq, hər şey radikal görünəcək. Çünki gecikmişik deyə bunları tətbiq eləyə başlamışıq illərdir. Yəni bizim cəmiyyət belə bir şeyləri indi xaricdə tez-tez olanlar təqribən bilə pullu yol nədir, ödənişli parking nədir. Amma bir çoxları üçün təbii ki, belə yenilik radikal görsənir. Bircə parkinqin ödənişli olub olmaması, burada sırf indi siz də bu məsələdəsiz, bu sırf şəhərdə şəhər yollarının, küçələrinin belə deyim də düzgün istifadə etmə və daha səmərəli istifadə etməsinə yəni yönləndirib. Yəni daha pullu parking bir çoxları deyə bilər ki, məsəl üçün mən nəyə görə şəhərdə öz şəhərimdə də, öz küçəmdə burada pul ödəməliyəm də. Yəni pulsuz olmalıdır. Birincisi indiki yəni mövcud vəziyyətdə bizdə Bakıda belə bir tətbiq edilən parkinqdə belə bir məsələ var ki, yəni yaşadığın ərazidə sən ödənişsiz parkinqə yararlana bilərsən. Yəni müraciət edirsən, elə bax qeyd edirsən az parkinqlə öz sənədini, şəxsiyyət vəsiqəsi əlavə edirsən. Amma orada qeydiyyatda olmağı mütləqdir. Bəli. Amma adamın orada evi var, qeydiyyatı ucar rayonundadırsa, orada eləyə bilmir. Bəli, təbii ki. Bu sistemi mən onu başqa cür qurmasında, yəni mən özümə təsəvvür eləmirəm də, yəni necə quracaqsan? Yəni insanın əsas sənədi odur ki, evdir də. Yəni mən burada yaşayıram və belə deyim də mənim şəxsiyyət vəsiqəmin sənədi bu ünvana bağlıdır. Yəni biz bunu kütləvi şəkildə hər hansı bir nə bilim etibarnamə ilə ev almışam, nə bilim müvəqqəti Amma kirayə qalanda da məsələn dövlətin fərqli qurumları var. Bu sizlə oxşuyur. Elə ki evə gəlir, yemək bişirmişəm, amma kartoşka bişirməmişəm. Deyirəm mən kartoşka da bişərdi də. Yəni dövlət qurumları ilə danışanda deyirsən ki, kirayə ilə bağlı sistemi qurmamısınız? Yadınızdan çıxıb ümumiyyətlə, ya da orada başqa məsələləri olub. Kirayə verən evi adam müqavilə vermək istəmir, gedir başqa adam tapır
Mən də müqavilə imzalaya bilmirəm. İndi müqaviləm yoxdur. O da deyir ki, onun buna nə dəxli var? Amma onun bildim hamının evi yoxdur. Hamının evi yoxdur, hamının evində olmaya bilər. Bəli. O indiki məsələdə, yəni bunun o dərəcədə, yəni siz dediyiniz səviyyədə inkişaf etməməsi, tətbiq edilməsi, yəni inteqrasiya edilməməsi həmçinin ondan da irəli gəlir ki, yəni bu çox sadə olsa belə, bu artıq yəni parkinqləri məhduddur axır. Yəni faktiki olaraq, yəni zaten bir çoxları deyir ki, məsəl üçün mənə yer ayırıblar, məsəl üçün qeydiyyatdan keçmişəm belə, amma gəlirəm yer yoxdur. Bəli. Yəni, əslində mənim başıma da gəlib belə. Yəni mən qeydiyyatda olan bir yaşayış yerim yanında ödənişli parkinq var, amma hərdən gəlirəm yer yoxdur. Yəni faktiki olaraq zaten yəni yerlərin sayı məhduddur deyə onu maksimum dərəcədə rahat, nə bilim, həm kirayə üçün, həm müvəqqəti qeydiyyatda olanlar üçün etmək, yəni indiki mərhələdə mən belə başa düşürəm ki, siz mənim xətrimə nə deyir? Bəli. Bir avtomobil olan bir şəxs kimi xətrimə dəyən bir şey var. Biz deyirik ki, yəni bizim efirdə davamlı olaraq dediyimiz, sizin də dediyiniz və ya digərlərinin dediyi məsələdir ki, şəhər küçələrindən səmərəli istifadə etmək lazımdır. Düzdür? Bura misal üçün deyirəm, Xəqani bağının yaxınlığında, Xəqani bağı demirəm, şeyində, Sahil bağının yanında parkinq var idi. O pulsuz olanda da orada əyri saxlayırdılar və üzbəyüzdə bank var, kitabxana var və s. O pullu olanda da əyri saxlayırlar. Yəni, yekunda o küçə yenə də əyri saxlayanların yeridir. Eyni şey Xəqani bağının yanındadır. Oranı düzəltdilər, insan yönümlədilər, ara uraya gəldi, lent kəsdi. Nə baş verdi? Restoran ora stol çıxartdı, qoydu parkın ortasına. Sonra maşınlar üçün durmaq qadağandır nişanı var, amma şənbə bazar yenə maşınlar orada var. Yenə maşınlar perpendikulyar dayanıblar. Yenə də yüksək səslə musiqiyə qulaq asırlar və işıqlarını düz üzbəyüzdə olan parkinqin içərisinə verirlər ki, siz Rusça deyəcəm, siz loxsuz. Biz burada pulsuz saxlamışıq. Bir nəfər də gəlib bizə, hələ bir də səs də salırıq. Yəni pulsuz idi. Biz buradan səmərəli istifadə edib pullu etdiyimiz yer yenə də səmərəsizdir. Axı indi bax bu Kaspian Plazanın yaxınlığında olan Naxçıvani küçəsi var ha. Orada da 6-cı paraleldən söhbət gedir. Bura düz burdadır. Mən maşınımı orada saxlayıb gəlmişəm. Düzdür, indi orada pul hesablayır mənə. Axı mən yenə də pulsuz olanda belə və ya 1 manat verəndə belə xaos idi. İndi pullu xaos olub da. Yəni səmərəli dediyimiz şey yalnız pulun vahid büdcəyə keçirilməsi olub. Yəni küçə onsuz da səmərəsiz qalıb orada. Yəni Naxçıvani küçəsi səmərəsiz olaraq qalıb ora. Nə insan yönümlüdür, nə maşın yönümlüdür, ora obyekt yönümlüdür. Belə deyim də, yəni burada birbaşa olaraq yəni nəzarətdən söhbət gedir. Əgər belə deyim də nəzarətimiz zəifdirsə, tək bu məsələ də deyil. Yəni bu demək deyil ki, biz ümumiyyətlə heç nə tətbiq etməməliyik. Biz əksinə nəzarəti gücləndirməliyik. Yəni bizim mesajımız olmalıdır ki, nəzarəti gücləndirin. Yəni şəhəri ümumiyyətlə şəhər bir çox küçələrini, yəni düzgün elə Naxçıvani küçəsinin paralel 5-ci paraleldə səhv eləmirəmsə, Bəsti Bağırov küçəsini necə dəyişdilər? Yəni özümüz də yəni harısı 3 il bundan öncə səhv eləmirəmsə, o vaxt binanın layihəsi idi. Yəni bax bu cür küçəni tələb etmək lazımdır. Yəni indi bir mesajla çıxmaq ki, yox mütləq, yəni orada ödənişsiz olmalıdır çünki xaosdur. Əslində elə deyil. Qoy ödənişli olsun, hər kəs üçün yer olsun deyə orada bir 80-20% prinsipi vardı. Yəni sən qiyməti elə təyin etməlisən ki, minimum 20 ya 10%-dən söhbət gedir. Minimum parkinqlərin 10%-i hər zaman boş olsun. Heç olmasa tutaq ki, 10 yerə bir dənə tamamilə belə deyim də 10 yerin biri hər zaman boşdursa, deməli, yəni həmin parklanma siyasəti orada düzgün tətbiq edilib. Yəni, amma indi biz Azərbaycan paradokslar ölkəsində Bəsti Bağırova ilə bu Naxçıvani küçəsinə baxanda biz görürük ki, siz orada heç vaxt boş yer tapmırsınız. Əgər siz orada boş yer tapa bilmirsinizsə, deməli səmərəsizdir də. Mən də desəm ki, orada deməli qiyməti qaldırmaq lazımdır, mən xalq düşməni çıxardacağam. Bu yenə də bir sizi demirəm, indi siz bu işin içindəsiniz. Bədii əsərin bir fraqmenti kimi gəlir mənə bu. Bir işdə çalışırıq, hansı ki hüquqlar daha çox belə mühafizə olunmur. Sahibkar üçün mühafizə olunmur. Məsələn, bir gecədə qanun dəyişir, 3 də əməkdaş götürməlisən işə. Bilmirsən, əvvəlcədən demirlər zat. Daha sonra başqa vergi məcəlləsinə hazırlaşırsan, başqa vergi məcəlləsi verirlər sənə. Ya da əməkdaşsan, maaşını rəsmi köçürtmürlər. Belə qəribə bir xaotik düzəndəsən. Həkim xəstəxanaya getmək istəyirsən, sonra bəlli olur ki, səni əməliyyat eləyən cərrah
Həsən bəs həkim də ölmüş. Bir rüşvətlə zadla diplom alıb. Sonra deyirsən ki, yaxşı, heç olmasa uşaq məktəbdə oxusun. Sonra görsən ki, Təhsil Nazirliyinin yuxarı məmurları müəllimlərə deyir ki, onlar bölə bilmirlər, oxuduqlarını başa düşə bilmirlər. Sonra məlum olur ki, Azərbaycanda sözü kəsirəm, yəni tamamlamaq lazımdır. Azərbaycanda 1500 dənə məktəbi bağlamaq istəyirlər, orta məktəbi. Deyirlər səmərəsizdir. Sonra minirsən maşına, gedirsən işin qabağında saxlamaq istəyəndə bir daha dıdın mesaj gəlir sizin 20 manat. Hələ bir yaxşılıq verir. 2 manatında. Qardaşım verəcək. Bizim axı bura gələnə qədər, yəni şəhərdə gəzənə qədər çox problemimiz var. Bizim sonsuz enerjimiz yoxdur axı. Olmazmı bu bazı dərdlər? Məsələn, bu velosiped məsələsi. Məsələn, sonuncu velosiped yollarının çəkilməyini necə qiymətləndirirsiniz? Bu qədər dərdü bəlanın, tıxacın içində, tüstünün içində. Məsələn, nə oldu indi o velosipedlər çəkildi? Mən çox yaxşı qiymətləndirirəm. Bir gün bura bir yarım saata gəlmişəm, onun 20 dəqiqəsini velosiped yolu sürmüşəm. Yəni bir velosiped istifadəçisi kimi yəni onu normal velosiped yox, üzr istəyirəm, skuterdən. O skuter prinsipi mikromobil üsuludur. Hətta bir qismini sürmüşəm velosipedlə, sonra bura yoxuşa çatanda qoymuşam velosipedi, skutera minmişəm. Nəyə görə? Çünki həm yoxuşa görə, həm də orada qış parkın yanında yəni nə velosipedlə, nə skutera yol keçmək mümkün deyil. Ya sən Heydər Əliyev sarayının qabağından əgər yolun bu tərəfini keçməmisənsə, yəni ya da ki, məsəl üçün fırlamasın mərkəzi parkın düz başına. Yəni Əli soruşmaq istəyir ki, birinci onu düzəltmək lazım idi ki, qış parkın yanında rahat keçə bilək. Əlin dediyi məntiq ondan ibarət ki, birinci bunu düzəldək də. Altyapı hazır olmadığını düşünürəm də. Yəni velosiped zolağı çəkirik, amma körpünün altında 2 nəfər adam ölür. Boğulur. Dəqiqləşdirək. Və Xocalı prospekti, bilirsiniz Xocalı prospekti nədir o? Dantenin cəhənnəmi zadı o şeylər var ya, teatrda canlandırırlar belə. Xocalı prospekti doğrudan belə xaotikdir də. Nə var? 2 nəfər külək olmayanda, yağış olmayanda velosiped sürəcək. O 2 nəfər, bax deyirsiniz 20-nin 80-ə. Burada 2-nin 98-ədir. Doğrudan deyirəm, 2 nəfər velosiped sürür. Onlar da adətən yolundan gedirlər ya da yolun əksinə gəlirlər. Çünki axı bunun yolunu çəkməmişdən əvvəl bunun maarifləndirmə məsələsi də var. Velosipedin qabağını qaldırıb, magnitofon qoşub, meyxanaya qulaqsı işıqlı təkərlərlə velosiped sürür. Maşın kimi sürür. Bulvarda da ona görə qadağan elədilər də. Yəni uşaqlara dəyirdilər, nə qədər qəza şeyi var idi. Yəni bunun altyapısı, kültürel yapısı necə olmalıdır? Necə başlayır bu məsələ? Mən velosiped Mərdəkandan sürürsünüz özünüz. Yox, əlbəttə görmürsünüz. Əksinə mən demək ki, yox, əlbəttə ki, sürməliyəm. Əksinə belə olmalı idi ki. Yox. Bu məsələyə qayıdarıq, amma çox belə bir mifmi deyim ya da ki, ən azı qıraqdan belə görsənir. Həqiqətən Bakıda heç kim velosiped sürmür anlayışı yoxdur. Yəni 100 nəfərdən ikisi sürür də anlayışı yoxdur. Dedim ki, bir gün svetoforda gözləyərkən hətta Yusuf Səfərov da orada bilirsiniz də yolun bir tərəfinə artı 6-7 dəqiqə verirlər. Digər tərəfindən nə bilim 1 dəqiqə falan. Həmin 7 dəqiqə gözləyərkən mənim yanıma 3 dənə velosipedçi yaxınlaşdı. Mən bunu yəni sırf yəni statistika xatirinə demirəm, amma ümumi olaraq hətta görüntü üçün belə həqiqətən yəni demək lazımdır ki, bu gün xüsusilə hava da daha yaxşıdır. Onu da qeyd edim ki, 2 gün buna bax yağış yağanda mən yenə də velosiped sürürdüm. Yəni düzdür, 10 dəqiqə sürdüm, amma yenə də sürürdüm. Amma mən bunu özümə proyekt eləmək istəmirəm də. Ümumi olaraq demək istəyirəm ki, yəni velosiped yolları mütləq lazımdır və nə qədər ki biz deyirik ki, məsəl üçün lazım deyil, tıxac var, yanaşma başqa cür olmalıdır. Bir gün biz sürücü olaraq da, özüm də bir sürücü olaraq, mən küçədə bir velosipedçi görəndə özüm avtomobildə otura-otura. Mən həmin velosipedçiyə çox sağ ol deməliyəm. Nəyə görə? Çünki yəqin ki, bu avtomobili varsa, avtomobillə yola çıxmayıb, əlavə tıxac yaratmayıb, ictimai nəqliyyatdan bəlkə də istifadə edilməyib, əlavə sıxlıq olsun, basa-bas yaratmayıb. Yəni bu, yəni minus bir avtomobil hardasa buna yanaşmaq olar. İndi velosiped yolları 1 ildir çəkilib də cəmi. Yəni bir il ərzində hər hansı bir kütləvi velosiped istifadəsindən yəni heç bir şəhərdə demək mümkün deyil. Və hətta deyim ki, yenə də qış aylarına nisbətən belə velosiped istifadəçiləri növbəti ildə ən azı artıb. Xüsusilə bu yeni velo icarə xidməti də gəlib Bakıya, kifayət qədər, yəni mən bunu görürəm Bakıda istifadəsini. Yəni var və artacaq. Mənim təklifim o idi ki, o səhifədə də yazmışam ki, gəlin bir 5 il gözləyək.
Əgər 5 il ərzində şəhərdə velosiped istifadəçisi həqiqətən artmasa, deyə bilərik ki, hə, məsəl üçün bizə bu yaraşmır. Amma 99% əminəm ki, artacaq. Çünki şərait yaratdıqca artacaq. Bu sırf velosiped sayının, yəni Bakıda velosiped istifadəsinə gələndə də o deyirsiniz ki, 2 nəfər sürəcək, 2 nəfər deyil dəqiq. Yaxşı olardı ki, bu daha gözə çarpan olsun. Yəni bunun bir statistikası aparılsın. Həmin velo icarə xidməti statistika aparır. Onlardan da söhbət eləyəndə yalan olaram hardasa bir ay ərzində 7000 adam artıq istifadə eləmişdi bir ay ərzində. Yəni təzə bunlar işə başlayır. Biz böyük bir megapolisdən danışırıq. Bir dənə yəni mən 25 kvadratlıq ofisi olan velosiped şirkətinin Bakının bu küçələrinin bir gününə belə söz demə haqqı yoxdur. Yəni onlar ən yaxşı halda ofislərində oturub startaplarını ölçə bilərlər. Onlar Bakının xaotik trafikinin, bizim oğurlanan saatlarımız haqqında düşünürəm ki, danışma şeyi yoxdur. Yəni bu çox daha ciddi bir məsələ deyilmi? Bizim zamanımız oğurlanır. Məsələn, 2 saat yolda qalırıq. Sənin dediyin məsələdə, yəni mən necə hamı paylaşırdı onu? Yəni 12:00-da çəkilişə girmişəm. 12:10-da çəkilişdən çıxmışam. Babək prospektindən Kaspian Plazaya 4 kilometr yarım yoldur. 1 saat 10 dəqiqə. Nə var? Göydən 2 vedrə su daxıb. Aləm dəyib bir-birinə. Mən indi burada biraz əks danışmalıyam. Niyə görə? Çünki efirdə insan yönlü danışıram, amma burada Yox, təbii ki, yəni burada reallıq biz çox şey istəyə bilərik. Primakov demişkən istəyirik çox yaxşı olsun, amma həmişə kimi alındı da. Biz bəhbəhlə təriflədiyimiz və onların sürücü təlim mərkəzi olan Bakobasın sürücüləri, məndə videoda var, dünən paylaşmışam. Biri soldan girirdi yol ayrıcına, ikisi də sağdan girirdilər. Çünki ona yaşıl yanıb. Bu təlim görmüş sürücüdür ya. Gedib orada sertifikat alıb, imtahan keçib, Yaşar müəllim ona dərs deyib, falan eləyib, bala getdin qabağa. Adam vurur, biri elektrikli, hətta elektrikli buna avtobus veriblər ki, sən çox sivil bir sürücüsən. Adam o boyda uzun bir maşınını salıb yolun ortasına və hərəkəti iflic eləyib. Və biz 1 saat 10 dəqiqə həyatımızdan itirmişik. Bəli, zaman tanımaq lazımdır müəyyən bir işlərin görülməsinə ki, bunun bir nəticəsini biz görəcəyik 5 ildən sonra. Bu olur məsəl üçün iqtisadi islahatlarda və s. Mən düşünürəm, bu mənim subyektiv fikrimdir ki, müəyyən bir şeylərdə zamanımız yoxdur. Nə baxımından? Mən 5 ildən sonra bu yolda nə olacağını düşünəndə mənim zamanım gedir. Mənim biznesimin zamanı gedir. Yəni mən özüm metroda çəkiliş eləmişəm, o suala gələcəm də. Metro stansiyalarının sürətlə 5 il ərzində çox sürətlə şaxələnəcəyinə inanmıram. Yəni ki, mən metro ilə daha tez çataram. Elektrik qatarlarının çox sürətlə şaxələcələyinə inanmıram ki, Hövsanda oturacam qatara, düşəcəm 28 mayda. Avtobusların super şaxələnəcəyinə və hər şeyə əhatə edəcəyinə inanmıram. Buna pulumuz yoxdur. Hələ mən o hissəki ölkə başçısından metro stansiyasından bağlı kopdan qabaq bir təqdimat keçirdilər. Paylaşdılar ki, bu qədər inkişaf planımız var filan. Hələ ona gəlmirəm ki, o pulu hardan tapacaqlar. Çünki 2024-cü ilin dövlət büdcəsində metropolitana 50 milyon manat pul ayrılıb. Təxmini bu qədər pul var. İllik o qədərdir, bəli, amma qayıdarıq bu məsələyə. O 50 milyon bu qədər tapılıb varsa, bu 50 milyon 100 dəfəsini hardan tapacaq? Yəni inanmıram da ona. Burada 135 min dəfə danışılıb ki, Bakının relyefi belədir, filan şey belədir. Mən tarixçi olduğuma görə mən həmişə tarixə müraciət edirəm. Belçikada, Fransada, Hollandiyada 1-ci Dünya müharibəsində də və 2-ci Dünya müharibəsində hərbiləşdirilmiş velosiped dəstələri olub. Yəni adamlar pulemyotu qoyub velosipedin üstünə döyüşə gedib. Yəni bu onların velosipedlə. 1-ci Dünya müharibəsində də, 2-ci Dünya müharibəsində də bütün poçt daşımaları velosipedlə olub. Biz Azərbaycanlıların və ya biz Qafqazlıların nəqliyyat vasitəsi atdır. Biz əgər at yol eləsək, inanırsın, maşın sürməyəcəklər. Sərdə qulağa sınaq ki, ata kəsəcəklər. Velosiped yox, at. Çak. Yəni bizimki budur da, ya at, ya uzun qulaq. Kirayə sistemi. Kirayə sistemi olacaq. QR kodu skan edirsən. Bəli,
maşın olmayacaq da. Bu siz yəni necə ki Hindistanda moped, velosiped yox, moped daha önəmlidir və ya Taylandda moped önəmlidir, amma Vyetnamda velosiped önəmlidir. Çində velosiped və moped önəmlidir. Yəni hər xalqın minə biləcəyi bir nəqliyyat vasitəsi var. Bəlkə bizimki atdır. Yəni biz velosipedi deyirik, mən də deyirəm. Bəli, vaxta ehtiyacımız var. Biz aynadan buna qədər olan şeylərin möcüzəsini gözləyirik. Nəqliyyat Nazirliyinin elədiyi şeylər, binanın elədiyi şeylər, yol polisinin elədiyi şeylər, icra hakimiyyətinin elədiyi şeylər, şəhər salma kobud olmasının nəticələrini aynadan istəyirik. Aynaya deyirik ki, zibildən konfet düzəlt. O da zibildən konfet düzəldə bilmir, daha bəzədilmiş zibil düzəldir də. Yəni olmur bu belə. Çünki razılaşın ki, ayna icra hakimiyyəti Bakı şəhər meriyası ilə paralel hərəkət eləməsə, onun elədiyi işin heç bir xeyri olmayacaq. Edə bilirmi? İcazə verilən yerlərdə edir. Yəni kopda icazə verilmiş yerdə. Bilirsiniz, mənə elə gəlir ki, bu bir çox şeylər. Yəni mən sizin səmiyyətinizə inanıram. Transport for Baku, Gündəlik Bakı, Raufun da səmimiyyətinə inanıram, Dilqəmin də səmimiyyətinə inanıram. Onlar hamısı mənim verişimdə qonaq olub. Mən də bununla bağlı inanmaq istəyirəm. Amma mən məmurların səmimiyyətinə inanmıram. Onlar gördüyü işə, etdiyi işə inandıqlarına inanmıram. O rəng çəkir ha velosiped zolağına. Onu həqiqətən də bu bizə fayda verəcək olacağına inanmıram. Bu məndə imitasiya şeyi yaradır. Bəlkə də həyat keçmişdə yaşadığımız o psixologiyada var. Keçmişdə yaşadığın təcrübəni sən gələcəyə tətbiq etməməlisən. Bəlkə də bu psixoloji tələyə düşürəm. Amma mənə elə gəlir ki, bu imitasiyadır. Ümid edirəm ki, yanılıram, səhv edirəm. Çünki onun imitasiya olduğunu biz sarda görürəm. Siz 7 dəqiqə Yusif Səfərovda dayananda. Belə deyim də, nəyə görə... Hardan gəldim, bura düşdüm. Yox, əslində... Tutun bunları. Arxaya da bir yaşım. Dünya fırlanır. Bütün verdiyiniz suallara cavablarım var, amma çalışacağım Buyur. Həm dediyim kimi, yəni xüsusilə Tural ümumiyyətlə bir avtostopun ümumiyyətlə bu yol hərəkətinin yəni Bakıda maarifləndirilməsinin bir təməlini qoyan bir şəxslərdən biridir deyə. Yəni Tural bir çox məsələlərdən yəni belə deyim də, yəni xəbəriniz var ümumiyyətlə nə baş verir də, yəni nə baş verir, amma çalışacağım dinləyicilərə də daha aydın formada bunu çatdırım. Birincisi, biraz axardan başlayacağım. Bunun imitasiyası o zaman bunu belə görmək olardı ki, əgər tutaq ki də, yəni məsəl üçün Bakının yollarda heç bir problem yoxdur, yəni axın normal hərəkət eləyir, sadəcə gedirsən məsəl üçün hardasa Avropada velosiped yolu çəkirsən, deyirsən ki, hə, mən də belə bir istəyirəm. Necə ki, məsəl üçün bizim məmurlarımız gedir Dubaya, yəni oliqarxlarımız, ya kimsə də, yəni developerlər Dubaya gedirlər, orada məsəl üçün Altas Plaza-ya oxşayan bir bina görürlər, deyirlər ki, mən bundan Bakıda tikmək istəyirəm. Bu imitasiyadır. Gəlir tikirlər də. Tikirlər də, faktiki olaraq tikirlər, bəli. Yəni bir çox yəni binalar var Bakıda. Mən görmüşəm ki, faktiki olaraq hər hansı bir digər şəhərlərdə olan belə deyim də, binaların imitasiyasıdır. Bu başqa bir mövzudur, memarlıq, yəni arxitektura başqa bir mövzudur. O imitasiya ola bilər. Amma məqsəd biraz başqa idi. Yəni Bakının yolları ən azı bir son 7-8 il, xüsusilə də pandemiyadan sonra həqiqətən faktiki olaraq iflic vəziyyətinə düşmüşdü də. Yəni demək olar ki, tam dayanmışdı da. Yəni faktiki olaraq bir söz deyir ki, faktiki olaraq dibi görmüşdük də biz. Yəni nə qədər, yəni xüsusilə pandemiyadan sonra taksilərin artması, manatlıq taksilərin ictimai nəqliyyat bir ara işləmədi, nə qədər adam özünə avtomobil aldı. Yəni faktiki olaraq yollar qapanmışdı. İndi bir məqsəd də qoyuldu ki, bunları necə həll eləməliyik. Dünya təcrübəsi nədir? Yəni tıxaclarla mübarizə etmək üçün alternativ nəqliyyat üsullarını inkişaf etməlisən. Alternativ də elə 2 dənə 3 alternativdir də. Biri mikromobillik zolaqları, biri yaxşı ictimai nəqliyyat. İctimai nəqliyyat da orada indi parçalanır da, yəni metrosu var, təbii ki, o da inkişaf etməlidir. İstəyirsiniz podkast boyu haqqında danışarıq. Amma ən belə deyim də daha tez mümkün olan, yəni mövcud küçələrdən başqa cür istifadə etmək, yəni bir hissəsini mikromobilliyə ayırmaq, bir hissəsini avtobus zolaqlarına ayırmaq ki, daha çox sərnişin buraxa biləcək nəqliyyat üçün bir şərait yaradaq, tıxacsız hərəkət eləməsin, necəsə insanları cəlb eləsin. Ümumiyyətlə bizdə indiyə qədər nə bilim son
bəlkə də bir 5 ildir də, bəlkə biraz çox ki, ümumiyyətlə avtobusdan istifadə bir həqiqətən ciddi bir nəqliyyat üsulu idi də. Yəni, amma o qədər avtobusumuz yoxdur və o qədər sürücümüz də yoxdur. Bəli, bəli. Yəni ümumi olaraq, yəni bizdə indiyə qədər mən prosta xatırlayıram ki, məsəl üçün 10 il, 15 il bundan əvvəl, yəni avtobusdan istifadə etmək, yəni hətta sənə pis baxırdılar belə ki, hə nə oldu? Yəni sən yəni 10 min tapa bilmirsən, özünə bir dənə maşın aldın, nə də avtobusla gedirsən. İndi amma qırmızı avtobuslar normaldır. Bəli. Yəni olan yerlərdə, olan marşrutlarda normal hərəkət eləyir. Məsəl üçün vaxtında nisbətən çatıb eləyir. Yəni həqiqətən yəni avtobusdan istifadə etmək, mən də rus sözündən istifadə eləyim, deyir zapadlo deyil də. Yəni necə ki 15 il bundan əvvəl bu belə idi. Yəni bunun sadəcə olaraq başqa bir üsulları yoxdur. Amma yenə də tətbiqə baxanda bəli görürük siz dediyiniz məsələlər var. Yəni ümumiyyətlə sürücü peşəkarlığı ayrıca bir dərddir bizdə Bakıda. Amma avtobus sürücülərin hazırlıq vəziyyəti o da başqa bir dərddir bizdə. Mən də bunun kökünü indi bu işdə olanlardan soruşanda deyirlər ki, birincisi kifayət qədər yəni sürücü çatışmır. İkinci də mövcud sürücüləri belə onlar işə yəni cəlb eləyə bilmirlər, çünki onların məvacibi azdır. Bəli. O sürücülər ondansa gedib Polşada avtobus sürürlər. Siz əgər Lot Airlines-ın reyslərinə baxsanız, Polşadan gələn və ya Polşaya gedən hər zaman dolu olur. Oraya gedənlər Polşaya işləməyə gedənlərdir. Və aralarında çoxlu sayda avtobus sürücüləri var. Var, mən də onu eşitmişəm belə. Yəni belə deyim də, yəni nöqsanlar var təbii ki, yəni xüsusilə də yəni bu sürücülük məsələsində. Amma mən sadəcə deyim ki, başqa yolumuz hansıdır ki, yəni neyniyək, bütün velosiped zolaqlarını, avtobus zolaqlarını ləğv eləyək ki, və hansı bir xoşbəxtlik gələcək. Elə olmayacaq axı. Faktiki olaraq yəni bu yolu keçməliyik də. Yəni ağrılı, ağrısız mən demək istədiyim odur ki, bizim baxın da məmur institutu var da. Və bu məmur institutlarında köhnələr və təzələrin də bir-birini bəyənməməsi kimi şeyi biz şərti olaraq müşahidə edə bilirik. Yəni holdinglərdən vəzifəyə gəlmiş şəxsləri köhnə akulalar bəyənməyə, gözüm sıxdıya sala, hətta onlara badalaq da gələ bilərlər. Son vaxtlar, misal üçün deyirəm, bizdə velosiped yolu çəkilməmişdən öncə, Bakı şəhərində velosiped çəkilməmişdən öncə Azərbaycanın televiziya kanallarında süjet gedir. Şimal rayonlarında velosipedçilərə qarşı reyd keçirilib. Göstərilir, yol polisi gəlir. Burada velosiped sürmək olmaz. Tap, velosiped sürənə Siyəzən rayonunda, Siyəzən şəhərində velosiped yazırdılar. Siyəzən şəhərində bir dənə küçə var da, belə gəlsən şəhər qutarır, belə gəlsən şəhərdə. Qusar rayonunda və Quba rayonunda da velosipedlərə cərimə yazılırdı. 7 il bundan qabaq Azneftdən bir dinləyici mənə zəng edir. Salam Tural mən. Mən velosipedimi cərimə meydançasına aparıb. Mən mahnı belə azaldıram. Deyirəm, nə ediblər? Deyir, velosipedimi cərimə meydançasına aparıblar. Deyirəm, necə sürərək? Dedi, yox, evakuator çağırarıq. Mən bir velosiped hekayəni eşitməmişəm, amma bir reyd eşitmişəm elə harası bir 5-6 rayonlarımızda eşitmişəm. Yəni tək Bakı şəhərində də eləyiblər. Sən Dəbilqananı, sənin dizdiyin halı. Nəcəfi tutmuşdular da. Nəcəf Cəfərov. Onun velosiped yolunda polis saxlamışdı. Bu da ki, sən vəbşə Dəbilqanan. Yəni velosiped yolunda polis maşın əməlli başlı saxlayıb. Adətən belə reydlərin arxasında, xüsusilə regionlarda da orada daha sadədir yanaşma. Hər hansı bir hadisə baş verir. Məsəl üçün velosipedçini vurdular. Deməli velosiped təhlükəli nəqliyyat vasitəsidir. Gəlin bunları yığışdıraq. Yəni ki, orada birbaşa olaraq cərimə yəni sırf velosipedə görə yazıla bilməzdi. Yəni yəqin ki, dəbilqəsiz sürmədir ya da ki, məsəl üçün səki ilə sürmədir. Baxın, bizim rayonlarımızda, rayonlarımızda velosiped sürmə var. Yəni insanlar öz kəndlərində velosiped sürürlər. Zolaqlar olmasa belə Sovet dövründən bu yana var. Yəni hansı rayona getsəniz görərsiniz ki, Mahmud kişi odununu yığıb velosipedin arxasına velosipedi sürür. Müxtəlif rayonlardan asılı, bu Aran rayonunda da ola bilər, Şimal rayonunda da ola bilər. Əli ilə mənim əslində birləşdiyimiz, mən insan yönümlü şəhərlərin tərəfdarıyam. Mən nə yönümlü tərəfdə? Əli də insan yönümlü tərəfdədir. Amma Əli deyir ki, mən də o nöqtədə şeylərəm. Dəyişiklik aşağıdan başlamamalıdır. Dəyişiklik yuxarıdan başlamalıdır. Əgər mən görürəmsə ki, hansısa məmura görə yol bağlanıb və biz Heydər Əliyev prospektində ölkənin birinci şəxsinin yox ölkənin hansısa məmuruna görə tıxacda qalmışıq. Onda mən onun səmimiyyətinə inanmıram.
Mən nə zaman ayna əməkdaşlarının maşını park bulvarda saxlayıb ayaqla gedib hardasa velosiped miniblər videosunda yox. Həqiqətən velosipedlə gəlib saxladı velosipedini, bu xətti burada çəkin. Gördüyünü görsən. Bu gün səmimi gəldi. Bəli, bax siz görsəm, onu deyəcəm, hoppa. Deməli dəyişmə başlayıb. Amma mənə bir nə şeydir? Anam 5-5 Mercedesində gedir belə. Keçin velosipedə. Mən də öz maşınımda deyirəm ki, xeyir ola. Sən rahat gedə biləsən deyə. Axı dəyişiklik yuxarıdan başlamalıdır. Aşağıdan başlayan dəyişiklik heç vaxt yaxşı nəticələnməyib. Bu tarixi faktdır. Bütün ölkələrin tarixində aşağıdan dəyişiklik ölkə üçün yaxşı nəticələnməyib. Dəyişiklik yuxarıdan olmalıdır. Yəni bir dəfə ölkə başçısının çıxışı oldu. Nə dedi? Dedi ki, ölkəmizdə maşın istehsal edir. Bu nədir bahalı maşın sürürsüz? Keçin bizim maşınlara. Bütün də Naxçıvan Avtomobil Zavodunun planı da oldu. Hamı özünə aldı. Sürdülərmi və ya sürürlərmi? Nə qədər səmimidirlər? Mən görməmişəm. Naz lifandan söhbət gedir. Şəhərdə axırıncı dəfə nə vaxt görmüşəm onları. Bilmirəm. Yəni Avropa oyunlarında müşahidə edici maşın kimi falan kimi orada burada göstərdilər, amma ümumilikdə bizim ortaq nöqtəmiz əli ilə odur ki, Xocalı prospektində Xətai rayon icra hakimiyyəti yerləşir. Biz də Xətai rayon icra hakimini velosiped dəstəsi ilə getdiyini görsək, biz Xocalı prospektindəki velosiped zolağının səmimiyyətinə inanacağıq. Mən 15 ildir bu verilişi aparıram. Mən bir dəfə də olsun, mən bunu ictimai televiziyon efirində demişdim, Sabah saxlamada. Bir dəfə də olsun, məmurların biz səhv etmişik deməyib. Bax, su bastıya tuneli, adam öldü. Demədilər, səhv eləmişik. Yəqin nədəsə filan şey belə olub. Yəqin nədir? Deyin ki, səhv eləmişik də. Bugün keçirəm Cavanşir köprüsü, görürüm orada bir dənə transformator qoyublar, motoru gücləndirmək üçün. Ayıb deyə. Harda Cavanşir? Bağırov körpüsündə. Bağırov körpüsündə yuxarıda bir transformator qoyublar ki, nasosla suyu çəksin də. Onu gücləndirmə buna deyirlər. Yəni söhbət səmimiyyətdən gedir. Biz yenə təkrar edirəm siz velosipedə keçməklə, nə bilim, mikromobilliyə keçməklə, başqalarının da bundan istifadə etməsi, tələbələrin və s. etməsi bu dediyimiz axını aparmayacaq. Yəni əsas adamlar ki var, onlar keçməlidirlər. Bilavasitə fikrimi bu cür əsaslandırım. Məsələn, şəhər yollarında problemlər var. Şəhər yollarında problemi Turaldan öyrənməməlidirlər, anardan öyrənməməlidirlər. O şəhər yolunda problemə cavabdeh olan şəxs düşməlidir şəhərə. Onun gündəlik to-do listi bu olmalıdır ki, bugün Xətai rayonuna gəzirik, görək orada nə problem var. Sonra biz nə deyirik? Biz yol polisinə deyirik ki, sən hardasan, niyə nizamlamırsan? Bu yazıq neynəsə, bu adamın əlində səlahiyyət yoxdur. Yəni onun işi budur, qalx, get, dur, gəl, düzdür. Aynanın əlində nə səlahiyyət var ki? Yəni o səlahiyyətlə şəhər salmaya Bakı meriyasına təsir edə bilirmi? Edə bilmir. Şəhər salmanın səhifəsinə baxırsan, görürsən ki, yazırlar ki, filan yerdə qanunsuz parkın içində turba tikirdilər, gəldi yana sökdü, bu da bunun şəkli. Qardaş, turban tikiyə kim icazə verib? Yəni yuxarıda dəyişməsə bu ən yaxşı halda orada turbadan söhbət gedir. Mən hələ yüngülünü deyirəm də. Adam orada villa tikibdi ki, biz onun qarmağını aldı. Mən bu tikiləndə hardaydın qardaş? Yəni bizim demək istədiyimiz odur ki, aşağını dəyişmək yəni çox asandır da. Adam deyəcək ki, nə var ya, bizə deməyə nə var ki? Yəni rəhmətli Əbülfəz Elçibəy demişkən də, deyir, tapmısınız bir dənə fağır prezident, sağdan da döşürsüz, soldan. Yəni bizi tapmısınız, deyirsiniz ala maşını dəyiş, nə bilim, velosipedlə keç, nə bilim, ayaqqabı belə giyin, avtobusdan get. Özün gedirsən avtobusdan, Xətai rayon icra hakimi, nə bilim, Xəzər rayon icra hakimi, getmir axı. Bir məsələ var, mən birbaşa olaraq belə tutaq ki, nə bilim, bu zolaqların yaradılması falan olsun, o elə bunu mesaj kimi çatdırmaq mütləq sən get velosiped sür, get avtobus sür. Yəni onsuz da zaten bu düzgün deyil. Yəni lap özləri belə misal, yəni kiməsə nümunə olsalar belə. Yəni amma örnək olmalıdılar da. Mən açığı belə deyim də, tutaq ki, hər hansı bir sabah tutaq ki, nazirin velosiped istifadəsini görsəm, o məni daha çox stimullaşdıracaq, məndə belə bir şey yoxdur. İnanmayacaqsan, deyirsən gəlir şeylə. Yəni o dəqiq mənim üçün deyil. Yəni sizə şəkil çəkdirmək. Mən onu tərəfdarıyım ki, ondan sonra maksimum belə şərait yaratsınlar ki, əgər istəmirsən mən maşın sürün, sürə bilək. Yəni özüm qərar verə bilim. Bu haqda
yenə də deyəsən sizin verilişdə də demişik, yəni ümumiyyətlə vloqlarda daha çox demişəm ki, yəni insan ümumiyyətlə bir evdən çıxanda A nöqtəsindən B nöqtəsinə çatmaq üçün qabağına 3 dənə kriteriya görür. Mən nə zaman çatacağam, vaxt, sonra nə dərəcədə komfortla çatacağam və bu mənə neçəyə başa gələcək. Yəni bu 3 kriteriyadan ikisi udursa, deməli hər hansı bir nəqliyyatda adam həmin birində nəqliyyatdan istifadə edir. Tutaq ki, daha ucuz və daha komfortlu olan bir misal olaraq vaxtı ilə məsələn Bakıda taksi idi, yadınızdadır. Sonra onun qiymətini qaldırdılar. Amma yenə də heç nə dəyişmədi. Necə? Yenə də heç nə dəyişmədi taksidə. Yox, həqiqətən orada belə deyim də taksini həqiqətən şey kimi istifadə edirlər. Yəni avtobus kimi istifadə edirlər. Avtobus kimi istifadə edirlər. Amma yenə də sürücü keyfiyyəti dəyişmir. Keyfiyyəti, bəli, keyfiyyəti o qədər də yuxarı gəlmədi. İkinci məsələ isə məsəl üçün deyirəm ki, kim üçünsə komfort önəmli deyil, amma vaxt daha önəmlidir. Məsəl üçün tutaq ki, mən bilirdim ki, bu gün bura vaxtında çatmalıyam. Deyirdim ki, məsəl üçün bu gün indi gəldiyim nöqtədən 28 may tərəfdən ən tıxacsız olan nəqliyyat vasitəsi mənim üçün məsəl üçün skuter ola bilərdi. Mən onu seçdim, bəli. Seçdim, özdə abunəliyim də var, yəni heç bir pul ödəmədim buna görə. Gəldim, çıxdım bura məsəl üçün 20-25 dəqiqə. Yəni bu ona görə deyil ki, mən kimisə görmüşəm bunu. Bura hətta velosiped zolağı olmasaydı belə bəlkə də gələrdim, amma velosiped zolağının olması əlavə mənim üçün bir şərait yaratdı da, belə deyim də. Daha komfortlu çatdım. Həqiqətən hətta bu gün nadir bir hal idi ki, velosiped zolağında bir dənə də olsun park edilmiş maşın görməmişəm. Adətən gedirsən mütləq qabağında kimsə dayanır. Yəni bu sırf bu kriteriyalarla ölçülməlidir. Bəli, dediyiniz məsələlər olduqca önəmlidir təbii ki. Yəni nəzarət olsun, kimsə nümunə versin, ideal olsun, məsəl üçün şərait olsun ki, biz bundan istifadə eləyək. Amma əksər hallarda yenə deyirəm, mən bunu biraz urbanist gözü bir elm sayılmasa belə, memarlığın bir qoludur, amma elmi cəhətdən buna nəzərə baxış keçirsək, həqiqətən burada sırf yəni qıraqdan sən bu 3 kriteriya üzrə necə qərar verəcəksənsə, o daha çox səni hər hansı bir mobiliyə yönəldəcək. Mən bu məsələni biz Avtostopda da efirdə danışmışıq sizinlə bərabər. Məsələ ondan ibarətdir ki, bizim bir tıxacla bağlı ortaq bir rəyimiz yoxdur. Yəni ayna tıxacın səbəbi budur. Təbii ki, hələ açıqlama eləməyiblər. Ümid edirəm ki, nə vaxtsa deyəcəklər bizə ki, şəhərimizin tıxacın həqiqi səbəbi nədir? Aynada olan tıxac yanaşması ilə, bu mənim yenə təkrar edirəm, subyektiv fikrimdir. Mənim fikrimlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Bu xatırlatmağı da eləyim. O sırada redaksiya. O sırada redaksiya. Və yol polisinin tıxacla bağlı yanaşması və bunun səbəbi nədir? Tamamilə ayrıdır. Mən əminəm ki, Bakı şəhər meriyasının və hətta yerli icra hakimiyyətlərinin tıxacla bağlı mövqeyi, daha doğrusu fikri, mərkəzləşdirilmiş fikri ayrıdır. Yəni, hamının bir dənə fikri olsa ki, tıxacın səbəbi budur və biz bunu aradan qaldırırıq. Okey, bunu aradan qaldıra bilərik. Amma axı sən svetofor qoyursansa Yusif Səfərovdan Xocalı prospektinə və ya Cavanşir körpüsünü sökürüksə ki, biz buradan daha bu cür hərəkət edəcək, buradan gedəcəksən, buradan dönəcəksən, falan edəcəksən və yekunda o svetoforun altında yol polisi dayanıb Xocalı prospektini 20 dəqiqə saxlayırsa, Babəkdən gələnlər Yusif Səfərova çıxa bilmirlərsə, tuneldə yol polisi saxlayırsa, bu deməkdir ki, yol polisinin tıxacla gəldiyi nəticə ilə aynanın tıxacla gəldiyi nəticə tərs mütənasibdir. Bizim demək istədiyimiz budur sadəcə ki, siz hələ orada razılaşın. Bu nədir səbəbi? Sonra bizə gəlin də. Siz axı özünüz də razılaşmamışsınız ki, bunun əsl səbəbi nədir və heç kim bunun əsl səbəbini, mən indi getmirəm dövlət tədbirlərinin təqdimatlarına, biz də bugün buna eləyəcək, bunların heç birinə getmirəm. Çünki mən təqdim olunan bir şeyin sonra reallaşdığını görmədiyimə görə gedib orada alət olmaq istəmirəm. Yüngül desək, propagandanın aləti olmaq istəmirəm. Mən deyirəm ki, mən elədiyindən danışım. Ya da gəl mənim efirimə. Anar necə gəlib burada döşüyürük sualı. Döşüyüm sənə də. Sən gəlmirsənsə, mən o bir də şeydir, şəkil çəkdirmədim. Mən şəkil çəkdirmək istəmirəm orada. Yəni, siz orada razılaşın, ortaq məxrəcə gəlin və cəmaata deyin ki, səbəb nədir? Əsl səbəbimiz nədir? Axı, özünüz də görürsünüz, şeydə nə yazırlar Facebookda? Universitetlərdir səbəb, iş vaxtlardır səbəb, rayonlar şəhərə köçüb odur səbəb. Nə bilim, bir dedilər ki, Bakı şəhərində tranzitdə ona görə. Sonra dedilər ki, Bakı şəhərində maşın sürən çoxdur ona görə. Bakıda nə bilim, falan şey oldu ona görə. Falan şey çatmır ona görə. Okey, gəlin deyək.
Bakıda tıxacın səbəbi, əsl səbəbi nədir? Və biz bunu kollektiv surətdə ki, Azərbaycan xalqı birləşməyi çox xoşlayır müəyyən yerlərdə. Kollektiv surətdə birləşib bunu həll edək. Nədir tıxacın səbəbi? Yekun rəy var. Görmüsən bunu yekun rəyi? Efirinizdən istifadə, yəni fürsətdən istifadə edərək, efir dedim indi podkastdan. Bu həm də efirdir. Hə, podkastdan istifadə edərək birinci olaraq, yəni bizi bu sahədən biraz uzaq olanları da qısa olaraq maarifləndirim ki, tıxacların yeganə səbəbi avtomobil istifadəsinin çoxluğudur. Sayının yox, istifadəsinin çoxluğudur. Çünki biz avtomobilləşmiş ölkə deyilik. Yəni 10 milyon əhaliyə 1 milyon 300 min avtomobil. Bəli, hardasa. 1 milyon yarım deyildi, yoxsa Yox, 1 milyon yarıma çatmamışıq. Hə, çatmır. Hə, yəni bu aşağı göstəricidir, düzdür? Çox aşağı göstəricidir. Aşağı göstəricidir. Əhali sayından götürsək, məsələn, İsveçdə 10 milyon əhali var bizimlə, 6 milyon avtomobil var. Yəni orada 60%-in avtomobili var. Orada 6 milyon avtomobil olsun. Evdən bayıra çıxmır. Oyda təsəvvür elədim. Və Sovet yolu. Amerikada ümumiyyətlə səhv eləmirəmsə hətta avtomobillərin sayı ya əhalidən çoxdur, ya da ki hər bir nəfərə bir maşın düşür. Yəni biz bəli. Yəni yeganə səbəb avtomobil istifadəsinin çoxluğudur. Bu daha çox izləyicilər və dinləyicilər üçün. Və belə bir ifadə də var urbanistika elmində, deyilir ki, sən tıxacda dayanmamısan, sən özün bir tıxacsan. So you don't stuck in traffic, you are traffic. Yəni sən özün yola çıxıb tıxac yaratmısan. Bu ümumi olaraq səbəbdən danışaraq. Yəni bu ümumi olaraq bu yanaşmaya gələndə, ikincisi də təbii ki, yəni dediyiniz məsələdə həqiqət vardı. Doğrudan da bir çox burada bu arada bu yaxınlarda bir sənəd çıxdı qabağıma. Hardasa 2006-nın ya 2008-ci ilin sənədidir və həqiqətən rəsmi şəkildə belə bir vaxtilə qərar olub, o vaxt Nəqliyyat Nazirliyinin söhbət gedir və orada həmin qərarda yazılıb ki, bəzi yerlərdə, səhvləmirəmsə, tıxac çox olan yerlərdə, svetofor olmayan yerlərdə yolu rəsmi olaraq yol polisi tənzimləməlidir. İnspektorlar mən ümumiyyətlə bilirdim ki, bu hər hansı bir belə deyim də, yəni polisin səlahiyyətinə kənar olan bir şeydir. Yəni gəliblər ki, məsələn, yola çıxırlar, kömək eləyirlər. Amma əslində həqiqətən, yəni bu indiyə qədər qüvvədə olan bir qərardır ki, həqiqətən var da belə bir bənd ki, yol polisi svetofor olmayan yerlərdə, tıxac gücü olan yerlərdə rəsmi olaraq, yəni qanun deyir ki, yol patrul xidmətinin əməkdaşı hərəkətin fasiləsizliyini təmin etməlidir. Bəli. Həm bu sözü çox yerə dartmaq olar. Hər yerə qardaş, hər yerə. Amma ümumi olaraq belə deyim də, yəni qlobal olaraq götürsək, yəni miqyas cəhətindən, yəni tıxacların səbəbi nədir? İnanıram ki, bilirlər. Yəni inanırlar ki, bilirlər ki, amma yenə deyirəm ki, bəzi bizə demirlər. Yox. Sizə mən deyirəm. Məndən nə qədər siz soruşun. Amma o belə deyim də, çıxış yollarını indiki vəziyyətdə, yəni tez çıxış yollarını açıq mən də görmürəm. Həqiqətən bunu etap-etap necə deyirlər, eləməliyik və nədənsə başlamalıyıq. O ki qaldı, elə ən yaralı yerlərdən toxundun sən. Bu Babək prospekti bağlanması, məsəl üçün Yusif Səfərovun kəşməsi, Bakıda hardasa 10 dənə belə çox ciddi problem olan bir yerlər var və orada polis 24 saat orada dayansa belə, faksiki olaraq orada yəni problem olacaq da, konflikt nöqtələrinin sayı çoxdur. Yəni orada yəni sırf yenidən bir şəhərsalma həlli vermək lazımdır orada. Urbanistik həll vermək lazımdır ki, orada problem həll olunsun. Yəni orada mən hətta düşünürəm ki, yəni avtomobil istifadəsi azalsa belə, tutaq ki də hər hansı 10% azalsa belə, bəzi yerlərdə hələ də problemlər qalacaq. İndi yəni orada iş gəlir çıxır meriyanın üzərinə də, düzdür? Yəni meriya ümumiyyətlə biz meriya deyirik. Siz də bayaq qeyd elədiniz ki, yəni icra hakimiyyətinin tıxaclara baxışı, mən ümumiyyətlə inanmıram ki, icra hakimiyyəti tıxacların belə deyim də hər hansı bir departamenti var ki, biz məsəl üçün bu problemi belə baxırıq. Çünki onların birbaşa olaraq hər hansı bir nəqliyyata baxan, nəqliyyat səlahiyyəti yoxdur indiki halda. Amma tikintiyə icazə verən səlahiyyəti var. Bəli. Orası var. Hə, orası var, amma ondan o tərəfə nə çıxırsa bu deyir ki, gedin. Bəs metro? Hə. Metro əvvəli ilə indini müqayisə eləyəndə nə görürük? Bir də bunun gələcəyi necə olmalıdır? Üstəgəl sualı tamamlayım. 2024-də 50 milyon büdcəsi olan bir təşkilat təqdimatında milyard nə qədərsə pula ehtiyacı olduğunu və şəbəkələşməsini deyir.
50 milyonla milyardın arasında en qədər fərq var və bu pulu hardan tapacağıq? O 50 milyon o yəni ilkin olaraq illik olaraq daha doğrusu o verilən dotasiyadır. Bundan əvvəl də var idi. Yəni kimsə elə bilər ki, ancaq 24-də olub. Bu hardasa Yo, mən son rəqəmə baxıb deyirəm. Bəli. Yəni 50 milyon hər zaman ona Biz verilib o ki, milyonu bundan əvvəlki idarəetməni məhkəmə işlərində tanış olmuşduq. Ayrılan. O ki qaldı milyardlara gələndə elə bu yaxınlarda uzun illərdir ki, yəni buna heç bir ümid yox idi, amma elə bu yaxınlarda elə COP zamanına düşdü. Bir görüş oldu. Səfrəməsə özləri gəlmişdilər bura və artıq həmin məbləğin ayrılmasına dair kreditin yəni kredit məbləğinin müzakirəsi gedir. Yəni borclanırıq. Bəli. Yəni o normaldır. Yəni bu belə deyim də indiki yəni zamanədə bu qədər, yəni lap orada hətta necə qaytaracaq borcu? Rahat. Yəni metronun qiyməti qalxacaq. Yox. Bu borclanacaq biz ödəyəcəyik. Bizim işimizin kapitalizmdə. Yəni ölkə olaraq şeyin də dövlət büdcəsinin müzakirəsi zamanı çox istərdim ki, dövlət büdcəsini iqtisadçıların birinə müzakirə edək, 2025-in büdcəsini. Borclanma 50%-dən çoxdur artıq dövlət olaraq. Borclanma belə göstərir. Bu borclanmada onun üzərinə gələndə biraz çətindir amma yəni qiymətin qalxmasına gətirib çıxartmayacaq. Cəmaət deyəcək bir dənə ucuz bu var idi. Ondan sonra maşın alım da. Yox, qiymət qalxsa da əminəm ki, elə o kreditə görə qalxmayacaq. Yəni başqa səbəblərə görə qalxacaq. Ümumiyyətlə qiymətlə haqqında ayrıca danışmaq olar. Orada bruto kontrakt, yəni aylıq, illik gedişlər, ümumiyyətlə ictimai nəqliyyata gediş falan fix olmalıdır. Belə bir anlayış ümumiyyətlə olmamalıdır idealda. Yəni aylıq abunələr kimi olmalıdır da Avropadakı kimi. Bəli. Aylıq abunə, həftəlik abunə, ya da ki məsələn günlük abunələr belə olur. Məncə hal-hazırda məsələn Akart kimi xaricdə də adətən belədir. Akart kimi tətbiqlər ya da startaplar, belə startap desək, texnologiya belə deyək startapları, onlar özləri də təşviq planları hazırlayır deyə avtobusa minəndə, metroya minəndə, orada da o abunəliklər məncə tam uyğundur ya o sistemin içinə. Çünki o abunəliklər həm də sosial dövlətə bir növ aparır. Siz öz sosial dövlət sisteminizdə hansısa əlilləri, hamilələri, işdən çıxmışları, işsizləri, məşğulluqda bilmirəm qeydiyyatda olanları gördüyünüz zaman onlara da həm də endirim eləyə bilirsiniz. Çünki tələbələrə bilmirəm demədiniz, tələbələrə ən böyük təcrübə olan odur ki, tələbələrə endirim eləyirlər. Və neçə illik plandır? Mən o plandan belə məbləği gördüm, belə qəribə oldu. Dedim ki, olandır. Mən dedim olandır. Yəni o qədər pul, birincisi pul çoxdur, ikincisi metroya qaydırıb yerin altına. Elə metroda davam edək. Neçə illik plan, ümumi olaraq baş planı götürsək, orada 3 mərhələdə 2027-ci ilə qədər orada olmalıdır stansiyalar. 2030 neçənci ilə qədər və 2040-cı ilə qədər, yəni əsas, yəni bu dediyimiz dairə bitməlidir. Yəni təxmini olaraq harısı 7-8 stansiyadan söhbət gedir. O da yaxın 10 il ərzində, yəni belə deyim. Amma real olaraq yenə də deyirəm ki, bu həmin kreditdən ayrılan məbləğdən söhbət gedir, sonra orada prioritetlərdən söhbət gedir, amma indiki prioritet olaraq bildiyim məsələlər odur ki, bu xətlərin ayrılması mütləq olmalıdır. İndi bu işin içində bilirlər də 28 maydan Xətai metrosundan məsəl üçün hətta bura Nizamiyə gəlmək üçün bir stansiya gedib keçid eləməlisən, sonra bir stansiya yenidən getməlisən. Bunlar ayrılsa artıq Xətaydan Nizamiyə məşəşi birbaşa olaraq getmək mümkün olacaq. Yəni bu prioritet olmalıdır. Xətlərin ayrılması bu intervalı azaldacaq. İndiki minimal interval bir xəttə 2 dəqiqədir, o birisində 4 dəqiqədir. Ən idealdadır. Yəni çox vaxt görürük ki, 5 dəqiqə falan uzanır. Və ikinci məsələ isə bu yaşıl xətt dediyimiz Ağşəhər, Nargilə tərəfə orada xəttin uzanılması, oradakı Həzrət Aslanla dairənin birləşdirilməsi. Bax, orası məncə olan bir prioritetlərdən biridir. 10 il əvvəllə müqayisə eləyəndə metro sistemimizdə nəsə dəyişiklik olub 2014-dən bu günə? Yoxsa eyni şey qalıb? 2014-dən götürsən, demirəm 2 dənə stansiya açılıb. Biri 8 noyabr avtovağzal. Xocəsən də bəli. Xocəsən depo açılıb deyə orada stansiya yaranıb. Yəni orada yəni depo yaranıb. Yox, çox gecdir. Gecdir. Bizdə stansiyalar çox gec açılır.
12 stansiya. Mən indi prosta başqa ölkələrini gətirsəm orada rəqəmlər ümumiyyətlə başqadır da. Yəni Fantastikdir orada. bəli, yəni məsəl üçün Moskvada ola bilsin ki, ildə 3 dənə, 4 dənə stansiya açılsın, amma büdcəsi başqadır. Şəbəkə olaraq da Türkdə tərifliyim, şəbəkə olaraq da yayımın ümumiyyətlə müqayisə olunası deyil. Məncə Sibris stansiyası olmalıdır. Çünki bilirsiniz də Moskva şəhərində yeganə özəl stansiyanı ağalar var, özlərinin Krokusa gedən stansiyanı özləri maliyyələşdiriblər. Məsələn, ora stansiya gedir. Mənə elə gəlir ki, Sibris stansiyası da olmalıdır. Sibris stansiyası olsa, təsəvvür ki, ora olan daşımalar məncə yəni niyə də orada özəl xətt olmasın? Yəni Moskvadakı praktikanı adamlar orada xərcləyiblər. Burada da edə bilərlər də. Sibrizə çox rahat yerüstü qatar stansiyası çəkmək olar. Metro ehtiyacı yoxdur. Metron demirəm, yəni qatardan sonra. Qatar bəli. Pirşağıya gedir, sonra o tərəfdən Novxanı falan. Yəni Pirşağıdan sağ tərəfdə səhv eləmirəmsə Nardaran gedir. Bəli. Rahatlıqla ora Sibris tərəfə stansiya, yəni təşkil eləmək olar. Orada o tərəfdə Vişnyovka adlanan stansiya, Alballıq stansiyalar var idi. Necəsə onlara əlaqələndirib. Buzovna Maştağa stansiyaları var idi. Buzovna bu yol təmir olunandan sonra və yeni yol kimi olanda Buzovna stansiyası və dəmir yolu ləğv edildi. Yəni indi biz bu dairəvi yoldan danışırıq, daha doğrusu dairəvi metro xəttindən danışırıq. Amma bir dənə də məsələ var axı bizdə kənar dairəvi yol kimi bir fantastik bir layihə var idi keçmiş Nəqliyyat Nazirliyinin vaxtında. Dedilər ki, Bakının belə bir dairəvi yolu olacaq, Bakıya girmədən hamı fırlanacaq və onun yalnız bir hissəsi, indi bildiyimiz bu Badamdar tərəfdən gələn kənar dairəvi yol təhvil verilmiş hissəsidir. Yox, bizdə də plan elə idi. Yəni açsaq Nəqliyyat Nazirliyinin həmin dövr sənədlərinə baxsaq, orada belə hətta müsahibə verirdilər. Reportajlar və belə olacaq, daha Bakıya girməyə yük maşını girəcək Badamdardan, çıxacaq Novxanadan. Nə bilim, girəcək Novxanadan, çıxacaq falan yerə. Şəhərdən tranzit Dark serial deyirəm. Yəni əslində dairəvi yolların şeyi də reportaj kimi səslənir. Şəhərin içərisinə girmədən kənarı ilə gedib öz işlərini görməyin kimi bir şey var idi. Amma bu Bakı dairəvi yollarının yalnız birinci xəritədə adı gedir. Birinci dairəvi yol belə gedir. Yalnız biri verildi. Digərləri isə olmadı. Söhbət gəldi, çıxdı maliyyələşmənin üzərinə. İndi yeni yollar falan çəkməyə başlayanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nə deyir? Deyir bizə nə vaxt pul ayırsalar, məsələn Hövsan yolu ilə bağlı uzun müddət tamamlanmamasının səbəbi odur ki, pul ayıranda eləyəcəyik. Tamamladılar. Tamamlayıblar. Nəyi tamamlayıblar? İşığı yanır, xətti var. Bir də geri dönmələri var və salam. Amma bu mühəndislik dilində tamamlanmaqdırmı? Bu tamamilə ayrı bir mövzuya gəlib çıxır da. Yəni dediyim odur ki, bu yenə də dövlətin büdcəsinə bağlı olan bir şeydirsə və bizdə özəl təşkilatların yol çəkməklə bağlı bir şey yoxdursa, təcrübəsi yoxdursa, bunun ancaq kreditləşməyə getsə borclanma o qədər də yaxşı sayılmır da. Nə qədər borclana bilərsən ki, sadəcə müəyyən bir əgər həmin yerin iqtisadi geri dönüşü yoxdursa, mən borclana bilmərəm də o qədər yollar üçün. Siz bunun perspektivini necə görürsünüz? Yəni davamlı olaraq biz bu yol niyə düzəlmir? Pul ayrılsın sonra. Niyə ayrılmır? Axı mən pulunu vermişəm vergi ödəyicisi olaraq. Bu eyni şeyi biz bəhbəhlə açılışını elədilər və dedilər, bunu efirdə də demişdim, düşdü elə şey eləmək. Pullu yollar məsələsi kidir. Məsələn, pullu yol. Axı mən bunun pulunu vermişəm. Mən vergi ödəmişəm. Sən bu yolu çəkmisən. Sən mənim ödədiyim pulla yolu çəkmisən. İndi deyirsən bu yoldan getmək üçün də pul ver. Vətəndaş liberal. Axı sən bu özəl pula çəkilməyib. Bu pullu yol məsələsi ilə bağlı bir podkast dinləyirdim. Ödənişli yolların tarixindən danışır. Sosial sistem nisbətən liberal sistemlə dəyişəndə liberal sistem milliyyətçiliyə, genə sosiumun milli yapısına qarşıdır deyə Anglo-Sakson bir mədəniyyət tərəfdarıdır deyə nə edir? Gətirir deyir ki, vətəndaş yox, müştəri. Bəli. Müştəri nə etməlidir? Müştəri ödəniş etməlidir yola. Deməli, Azərbaycanda banklar necə öyrənmişəm? 3-4 ay əvvəl hesabatlara baxıram, görürəm ki, hər maaş ödənişindən əlavə 1% da vergi verilir. Çox böyük məbləğ deyil, 1%. Amma veririk. Yox. Bank komissiya tutur. Açıqlaması belədir. Bank komissiyası. Səhv etmirəmsə, istisnasız bütün banklarda var. Açsın sahibkarlar baxsın. Araşdırmışam, bilirsiniz nədir?
Maaş kartı ki gedir ATM-dən pulu çıxardır. Axı ATM 1% tutur. O 1% tutmurlar. Sahibkardan tuturlar ki, maaş kartları faizsiz olsun. Sonra reklam eləyirlər ki, faizsiz maaş kartları ancaq Əli bankda. Amma Heç kim bilmir ki 1% artıq ödəyiblər. Ödəmişəm də bunu Bizim da. pulumuz da reklam edir özünü. Yəni bu da belə. Mən pullu yolun pulunu ödəmişəm. Hə, də. Vergisini vermişəm qardaş. Yol vergisi vermişəm. Ayrılmalardan ödəmişəm. Yəni bu dövlət büdcəsindən mən pul vermişəm ki, mənə yol çək. Sən bu yolu çəkmisən mənim üçün. Bir dəfə şeydə İsmayıllıda belə bir şey, İsmayılda yoxsa Ağsuda idi. Bax körpüsü var, iki kəndi birləşdirən. Eli pullu, keçmə 1 manat. Sevirəm də belə biznesləri. Mənim kim belə biznesləri? Yəni, qardaş, öz puluna yol çəksən, şəxsin pulu yoludur və bu pulu məndən alsan, demək qardaş, halaldır sənə. Sən çəkmisən də bu yolda. Axı, artıq burada dövlət yenə biznesə girdi. Dövlət elan eləsin ki, Bakı-Quba yolunu özəl şəxslərə tenderə verirəm. X Əli şirkəti, Əli Holding bunu qazanır, çəkir. Deyir, qardaş, tarifi budur. Deyir, qardaş, istəmirdiniz, yaxşı ol. Əli çəkdi. Əli də qazandığı puldan dövlətə yenə vergisini versin. Amma mənim vergimlə yol çəkmirsən, təzədən məndən pul istəyirsən. Çox belə deyim də uzun mövzu nəyə görə ola bilər? Çünki burada biz daha çox dövlətin biznesə qarışdığı məsələ bu tam başqa bir şeydir. Amma ümumi olaraq, yəni bu iqtisadi mövzudur da, amma ümumi olaraq o yolun nəyə görə pullu olması, hansı ki biz pulunu ödəmişik. Birincisi onun ödənişsiz alternativi var. Özünüz bilirsiniz. İndi təbii ki Siz bilirsiniz o yanlı vəziyyətdədir. O təbii ki, yəni ödənişsiz yoldur deyə onun pis vəziyyətdə olmasını, yəni əsaslandırmamalıdır. Təbii ki, əsaslandırmamalıdır, amma ödənişli yollar hər zaman ümumiyyətlə ödənişli yolları icad edəndə onlar daha çox qısa variantlar idi. Yəni daha sürətli, daha qısa alternativlər sayılırdı. Amerikanların fikirləşdiyi və pul qazanmaq istədiyi kapitalizm yanaşmasıdır. Kapitalizm yanaşmasıdır. İkincisi də tenderlərə gələndə mən səhv eləmirəmsə bütün padratçılar, yəni ümumiyyətlə bütün Azərbaycanda yolları biz deyirik ki, Avtomobil Yolu Dövlət Agentliyi heç də özü tikmir. Onların bir çox padratçıları var və padratçıları seçərkən onların tender prosesləri olur, prosedur olur. Çünki məbləğ çox olanda tender keçməsinə olur və adlarını çəkmək istəmirəm, amma ən azı bir 3 dənə, 4 dənə şirkət tanıyıram ki, yəni özəl şirkətlər ki, Azərbaycanda yol tikilir. O cümlədən Qarabağda. Qarabağda hətta türk şirkətləri var. Məsəl üçün tunelləri falan tikənlər heç də özləri deyil. Bəli, onlar belə deyim də rəsmi olaraq bəli, rəsmi olaraq onlar gedir Dövlət Agentliyinin padratçıları falan. Amma yenə də mənim ödədiyim vergi ilə tuneli çəkir. Öz cibindən çəkmir də hər halda. Amma pulu vergidən yığılır, bir də hətta o bir şey. Dövlət pulu kənardan qazanmış, bizdən qazanır da. Yəni nə deyirəm, vergilərimizi hesablayıb 500-600 manatımızı verələr ki. Al pulu. Sənin büdcədə payın yoxdur. Yürü get. Vergi verib mənə üçün. Yoxsa elə yanaşma olsa, belə deyim də, bir misal olaraq deyə bilərəm ki, məsəl üçün deyək ki, Azərsun niyə bizdən pul alır, məsəl üçün, hansı ki, Azərsunun bütün texnik avadanlığı dövlət büdcəsinə alınır. Yox, mənə su gətirir də evimə. O mənə su gətirir və o suyun mənim evimə gəlməsi üçün müəyyən bir, tutaq ki, misal üçün deyirəm də, xidmət görür. Yaxşı görür, pis görür, söhbət deyil. Məsələn, ondur ki, biz bu danışırıq. Bütün mərhələdə həmin pullar da elə vergi pullarıdır da, yəni yenə də tələb edə bilərik. Mən biz nə anlamaq istəyirəm. Mən ola bilsin ki, mənim heç bir siyasi təcrübəm yoxdur, dövlət idarəçiliyi maraqlı deyil, bəlkə də ora girərsən və tamamilə anlayarsan və haqq qazandırarsan, amma mən bir şey bu ölkə, Azərbaycan Respublikasının konstitusiyası deyir ki, orada hüquqları var, dövlətin hüquqları var və mənim vətəndaş olaraq hüquqlarım var. Dövlətin hüququ ondan ibarətdir ki, mənə verdiyi, daha doğrusu vəzifəsi ondan ibarətdir ki, məni yaxşı yolla təmin eləməlidir. Mən yaxşı yol istəyirəmsə, mən də vergi verməliyəm. Loru dilində izah etsək, düzdür. Dövlət mənə yaxşı təhsil verməlidir. Orta təhsil və ali təhsillə pulsuz olduğuna görə ali təhsil verməlidir. Dövlətin işi budur, vəzifəsi budur. Mənə bu xətti gətirməlidir, elektriki gətirməlidir. Amma mən görəndə ki, pulunu verdiyim yolu iç gününə qoyublar. Buna görə heç kim cəzalanmayıb. Bunun pula dövlətin mənim verdiyim pulu xərcləmiş və yolu çöktürmüş adamın
geri qaytarılması olmayıb. Mən deyirəm ki, məndən ikinci dəfə niyə bu pulu alırsınız? Dünən reportaj gedir İctimai Televiziyanın efirində. Nizami rayonunun ərazisində yol çöküb. Ucuz zəng gəldi. Hə, Nizami rayonunun ərazisində yol çöküb. Qardaş, nə çöküb? Niyə çöküb yol? Deyir ki, təzə binaya icazə verilmiş. İndi bu ifadə nəsə? Ona artıq icazə verilib kanalizasiya çəkməyə. Kanalizasiya çəkiblər. Asfalt deyiblər, yağış yağıb, yol çöküb. İndi deyiblər ki, Klasika. yağış dayansın. Mən o yolu təzədən düzəldəcəm. Bu o deməkdir ki, sən mənim cibimə ikinci dəfə getdin. Yəni mən o yolun pulunu vətəndaşlar, mən deyəndə özümü belə də Azərbaycan Respublikasının vətəndaşı olaraq deyirəm. Azərbaycan Respublikasının vətəndaşı o yolun pulunu ödəyir. O yol çökür. Sən yenə də Azərbaycan Respublikasının vətəndaşı hərdir ki, çünki orada icra hakimi mənim səhvim idi və yol idarəsi demir, mənim səhvim idi. Gəl mən öz cibimdən eləyim. Yenə də ödəniş edən, büdcəyə pul ödəyən, vergi ödəyicisinin pulunu ora xərcləyir. Mənim istədiyim odur ki, biz nə qədər Avropadan danışırıq, Qərbdən danışırıq, Qərb dəyərlərindən və s. danışırıq. Mənim istədiyim odur ki, Azərbaycan Respublikasında vergi ödəyicisinin qədrini bilməyə başlasınlar. Məmurlar düşünürlər ki, o orada oturubsa və onu ölkənin birinci şəxsi imzalayaraq gətiribsə, o yalnız birinci şəxsə borcludur. Vergi ödəyicisine borclu deyil. Ona görə bir məmurun qəbuluna gedəndə o bu söz eşidir. Get kimə istəyirsən şikayət elə. Çünki onu ora təyin edənə yalnız deyir ki, mən ancaq ona hesabat verərəm. Sən kimsən, mən sənə hesabat verim. Halbuki bunlar hamısı tandemdədir. Bunlar hamısı birlikdədir. Yəni mən bu şəhərin vergisini vermişəm. Amma mən vergi verməmişəm ki, mənim səkimdə bina tiksinlər. Halbuki birinci şəxsin hesabatlılığından elə nümunə versək, ən qəliz dönəm müharibə dönəmində ən azından 5 gündən bir saat hesabat verilirdi. Haralara getdiyi, nə əldə etdiyi. Kimdən nə danışdıq? Biz çox təəssüf ki, icra hakimiyyəti açıq özdə filan kəslə çox nümunəvi bir dövr idi. Bəli. Biz icra hakimiyyətlərinin indiyənə qədər briefing, konfrans, mətbuat konfransı keçirdib hesabatlığını eşitməmişik, sualları eşitməmişik. Bakı şəhərinin baş planı təqdim olunur və ora qapalı sayda adamlar çağırılır. Hamı da çıxır. Yoldaşlar, mən çox xoşbəxtəm. Bakı şəhərinin baş planı təqdim olundu. Oxumayıb. Oxusa görər ki, orada 44 dəfə tövsiyə sözü yazılıb. İndi buna qayıdıram. Bakı şəhərinin baş planı tövsiyədirsə, bunu kim əməl eləyəcək? Etməsəm, bunun cəzası yoxdursa, mən yenə də səkidə bina tikəcəmsə və sonra yenə də şəhər salma gəlib şəkil çəkəcək ki, burada səhv bina tikir, gəlin sökün. O sökümə var, mənim pulum olur. Yəni vergi ödəyicisinin Azərbaycanda 1 qram hörməti yoxdur. Belə deyim də, heç kim inciməsin, amma vergi ödəyicisinin elə öz vergisinə də belə hörməti yoxdur. Mən bunun bu haqda da başqa bir podkast izləmişəm. Mövzu başqa idi, amma orada bir yaxşı ifadə olub ki, biz nə vaxt öz vergimizin dəyərini biləcəyik. Biz bir gün məsəl üçün vergimizi necə alırıq? Hətta rəsmi maaşla işləyənlər tutaq ki, filan məbləğə gəlib işə razılaşırlar. Tutaq ki, mən məsəl üçün 1000 manat alacağam, 1500 alacağam, 500 alacağam. Bu sənin netindir. Hər zaman sən netdən danışırsan. Onun netin elə Əli bəy də bayaq dedi ki, bunun arxasında duran 1%, 2%, 10% biz bunları hiss eləmirik. Məsəl üçün elə qərbdə olsan, Amerikanın ən yaxşı misalı nədir? Orada ümumiyyətlə net maaş söhbəti yoxdur. Sən gəlirsən işə, deyirlər ki, özdə illik deyirlər ki, illik sənə 100.000 pul verəcəklər. 100.000 pul verəcəklər, sənə verilir. Vergi gəlib verəcəksən. İlin axırında gedirsən, bax ürəyindən gedirsən o 5.000-i, 10.000-i ödəyirsən və hiss eləyirsən ki, bu mənim cibimdən çıxıb. Bəli. Mən həmin 5.000-ə gedib sabah deyirəm ki, bax mən vaxtilə öz cibimdən çıxardım, 5.000 vermişəm. 5.000-ə bax gedib özdə bələdiyyə də seçkili bələdiyyə qərbdə özünüz bilirsiniz, hətta qonşu dövlətlərdə belə. Və sən hiss eləyirsən ki, mən cibimdən kəsib dövlətə pul vermişəm. Bax o dövlətə pul vermişəm, mən nəsə tələb eləyə bilərəm. İndiki şəkildə bəli, bütün dünyada vergilər elə ondan hesablanır, maaşlardan, insanların gəlirlərindən. Amma bizim ölkədə, bir çox ölkələrdə belə, tək bizdə deyil, ümumiyyətlə postsovet ölkələrinin əksəriyyətində biz həmin vergini hiss eləmirik. Biz net maaşımızı alırıq və özümüzü dövlətdən qırağda hiss edirik. Totalda 33%-dir, indi 1% o şey gəldi, 34%. Bəli, bunun hətta sahibkarlar da indi 20% eləyiblər. Bax, sahibkar hiss eləyirlər onu. Bax, ona görə hiss olunur ki, siz bu mövzunun içindəsiniz. Bəli. Amma sıravi işçilər özünü dövlətdən çox kənar görürlər. Bəli. Həm birincisi ona görə ki, hiss eləmirlər həmin vergini ki, mən dövlətə pul vermişəm öz gəlimdən. İkinci də məsələ, siz dediyin şəxslər təyinatlı şəxslərdir.
Buna görə də elə bəşəriyyətin ən yaxşı icadı, siyasi icadı seçkidir. Yəni çünki seçki sən özün gedib seçirsən öz tutaq ki, kiçik bir ərazinin belə, tutaq ki, hətta bütün Bakını demirəm, təbii ki, Bakı Böyükşəhər Bələdiyyəsi mütləq olmalıdır, amma hətta kiçik bir bələdiyənin sədrini sən seçsən belə, gedib öz səsini versən belə və bilirsən bu kimdir, mən buna səs vermişəm, bu mənə belə vədlər verib, sən gedib ondan tələb eləyirsən və o da məsuliyyəti hiss eləyir. İndiki dövrdə iki tərəfli məsuliyyət hiss olunur. İmamoğlu kimi də. Bəli, İmamoğlu gəldi, seçildi, vədlərini verdi. Ya da Mansur Yavaş təmizlik nümunəsi də dünyada Ankaranın neyniyir? Hesabat, aktiv hesabat sistemi qurub. Ankara Bələdiyyəsinin saytına gedirsiniz. Bu il bu qədər pul xərclədik. Amma sənə bilsən nə deyərlər bizdə? Sən demə hesabat verir. Sən kimsən? Mən sənə hesabat verim. Sən mən bura təyin eləmisən. Dəxli var onun. Yəni sən hesabatlılığı, bizdə hesabatlıq yalnız birinciyə verilən hesabatlıqdır. İcra hakimiyyətinin birinci adamına, ölkənin birinci adamına, departamentin birinci adamına hesabat vermək. Sənə hesabat vermək özünü borclu hesab etmir. Ona görə hətta Azərbaycan jurnalistikasının pik nöqtəsi hansısa nazirliyin mətbuat xidməti rəhbəri olmaqdır da. Yəni hər bir jurnalist özündə bunu görür ki, mənim pikim odur. Gedim orada mətbuat xidməti və o orada olanda da səndən yalnız hesabat, sən ondan nəsə soruşanda o özünü hesabat vermiş kimi eləyəndə səndən üzünü belə çöndərir. Deyir, mən ondan sonra 3-4 dənə belə adam çağırım, elə onlara deyim ki, biz bunu eləyəcəyik, bunu eləyəcəyik. Çünki onlar sual verməyəcəklər. Anar sual verər, Tural sual verər və ya X sual verər. Suallardan qaçacaqlar çünki hesabat verməyəcəklər. Və yenə təkrar edirəm, biz bu şəhərin pulunu vermişik. Belə pis çıxır, amma biz bu şəhərin tikintisi üçün pul vermişik. Mənim puluma 8 həbd olunur Xətaran ərazisində. Elə Mehdi Mehdizadə küçəsində. Bina tikilib 3-4 mərtəbəli. Yəni sən gedirsən, eyvan sənin başının üstündə. Səkidə gəlirsən eyvan. Suraxanı rayon arasında Qaraçuxurda o 4 yol deyilən bir yer var. Hansı buradan gedirsən Qaraçuxur meşəliyinə falan. Günəşliyə qalxırsan, düz sağda bina ilə üzbəyüzdə bina tikilib. Düz avtobus dayanacağının arxasındadır. Yəni eyvandan düş, min avtobusa çıx get. Bunun razılığını verən adam heç vaxt mənə hesabat verməyəcək. Və biz hal-hazırda çox müqəddəs şeylərdən danışırıq. Şəhərdə velosiped, mən razıyam, velosiped olmalıdır, avtobus olmalıdır, falan olmalıdır. Amma mən başa düşürəm ki, mən o avtobusa minəndə mən yenə də vaxt itirəcəm. Çünki hansısa müəllim hansısa səkini zəbt eləməyə icazə verəcək. Binəqədi rayonunun ərazisində o keçidin yanındakı düz səkidə tikilmiş qanunla həmin ərazilər kommersiya məqsədli istifadə edilə bilməz, amma kommersiya məqsədli verilmiş binadır. Üzbəyüzlü də var, market var. Binəqədidə hamı bilir oranı. Onun haqqında tikilməkdə olanda belə danışırdıq. Mən ona görə ləngiyirəm. Mənə elə gəlir ki, biz nə velosipedçi, maşından istifadə çoxdur, falan yox. Biz şəhəri zəbt edən, xaotik, yəni heç bir küçəmiz yoxdur ki, belə baxasan ki, eyvan 1 millimetrdə qabağa çıxmayıb. Yəni zor da ola. Simmetriyası var. Elə küçəmiz yoxdur da, düzdür? Və biz yolda gedirsən qabağında mişqa qoyublar. Velosiped yoluna dipçeyi qoyublar. Şəhərə bir də gedin. Şəhərin fasadını biz sizdən güdən qoyublar. 1001 xırdavat filan şey. Biz onu demişdik vloqda ki, iş orasındadır ki, orada nə gündədir? Nə gündə? Niyə? Dizayn kodunun olmamasının şəhəri də qoruq elan eləyək. Yox, sadəcə dizayn kod Avropada tutaq ki də necə işləyir bu dizayn kod? Bir sualın tərəfi, ikinci tərəfi. Balkon bizimdir. Pəncərə bizimdir, yoxsa şəhərindir? Paltar asma. Eyvan xarici. Eyvan xarici yox təbii ki. Bizim deyil. Yox, təbii ki, yox. Dizayn koda gələndə aslında siz səhvləmirəmsə bu işin də peşəkarısınız. Brandbook yəqin bilirsiniz. Bəli. Şəhərin brandbooku dizayn koddur. Yəni çox sadə. Şəhərin brandbooku yoxdur. Şəhərin brandbooku yoxdur. Avropada var şəhərlərin brandbooku. Əlbəttə. Yəni fasad belə olacaq, yazın bu olacaq. Əksər şəhərlərdə 100%. Moskva, Sankt-Peterburq. İndi Rusiyanın ancaq Moskvasında, ancaq mən Moskvanı bilirəm, amma ən azı təməlini qoyublar. Moskvada var. Məncə Lebedev bölgə şəhərlərində də bir neçə. Bəli, Lebedev Moskvanın nəqliyyatın dizayn konuda müəllifidir. İndi belə deyim, mənim üçün Lebedevi çox belə
ucaldırlar. Lebedev mənə görə dizayner kimi heç də super bir işlər görmür, amma söhbət onun bu kreativliyidir də, yəni adamdan fərqlənə bilər, amma ən azı yəni fərdi şəxsin şəhərin dizayn kodunu yaradılması, cəlb edilməsi oji proseduru ucu maraqlıdır. Bəli. Ucu təcrübəsidir. İndi təsəvvür edin ki, məsəl üçün bizim icra hakimiyyəti bir təndirmə deyim. Məsələn deyir ki, dizayn. Məsəl üçün bəli, deyim ki, hə, niyə də yox? Məsəl üçün olaraq da. Ona görə dizayn kodunun olmaması birinci növbədə elə nəyə görə Ağşəhərdə gözə çarpır? Çünki Ağşəhər özü görsən belə bəzəkli, geniş səkilər, səliqəli küçələr, amma gözə çarpan o dizayn kodu olmaması daha çox gözə çarpır. Amma bu problem bütün şəhərdə var deyə, amma bütün şəhərdə gedəndə ümumiyyətlə o qədər problem biz görürük ki, heç səkisi yoxdur. Belə amma qaldı indi ki, səki Ağşəhərdə nə olub? Bu Ağa Center'dan ki düz gəldiniz aşağı döndünüz Ağşəhərə, düz gedin. Sol tərəfdə türk restoranları açıblar. Səkidə getməyə yer yoxdur. Ağşəhərin içində. Bəli, hər gün o yoldan keçirəm, hər gün. Piyada keçəndə də səninlə görüşəndə gəlirəm ora, çıxıram yola, yoldan gəzə-gəzə gedirəm, təzədən qayıdıram ora. Çıxıram yola, gedirəm. O müxtəlif meyvə adları. Ona görə inanmıram da. Bax, ona görə inanmıram da. Gəlin belə eləyək. Biz necəsə həmin inamı özümüz yaratmalıyıq da. Bunu özü kütləvi şəkildə etməliyik. Mən belə deyim də 100% Turalın da sosial mediada səhifələriniz var və əminəm ki, sizin də inboxunuz doludur ki, belə mesajlarla bu yolda bu problem var. Burada nişan yoxdur. Burada Mənə ancaq Elgiz göndərirlər. Məni birinci keçən verilişdə bir qələt elib demişəm ki, Elgizin zarafatlarından xoşum gəlir. Inboxum bilirsiniz nədir? Birinci cavabım bilirsiniz nədir? Hətta onu saved reply kimi eləmişəm ki, bu problemlə bağlı kiməsə müraciət eləmisiniz dövlət qurumlarında. 90% deyir ki, yox, sizə yazmışam, siz işıqlandırın, bu düzələcək. Amma mən bunu işıqlandırsam, indi çalışıram, storydə falan da paylaşıram, onda elə bütün səhifə nişanlarla, nə bilim, şəkillərlə dolacaqdır. Bu heç kimin marağında olmayacaq. Bu artıq bir necə bir korluq yaradacaq da. Və hətta başqa presendilər olub ki, demişəm ki, müraciət elə. Məsəl üçün bu problemlə bağlı, məsəl üçün aynıya, buna məsəl üçün Səki icra hakimiyyəti baxır falan. Bir ay üstündən keçir ki, yazdım, düzəltdilər. Bunu yaz da. Ona görə amma mağazanı ləğv edərlərmi? Amma onun da sistemi şeydir də. Bizim bir dostumuz var idi. İdeal deyil, amma cümləmi nə ilə tamamladım. Bir gün son hardasa bir 10 il olar olmaz yaxşı bir qanun qəbul ediblər ki, vətəndaşların müraciəti haqqında qanun. Və həmin qanunda deyilir ki, deməli problemlər, yəni asılı olaraq məsələyə 15 gündən 30 günə qədər sənə mütləq cavab verməlidirlər. Yəni bu 15 iş günü. 15 iş günü, bəli. Yəni heç bir dövlət qurumu artıq səhv bilməz ki, mənki deyil. Yəni necəsə sənə cavab verməlidir. Həll eləyə bilər, həll etməyə bilər, səni harasa yönləndirə bilər. Amma sən bu müraciət yazmaqla artıq həmin quruma siqnal verirsən ki, mən burada aşağıdayam, problem var. Bax, sən orada xəbərin olsun ki, belə bir problem var. Yəni bu 1-2 olsa təbii ki, deyəcəklər ki, kimdirsə də, yəni işi gücü yoxdur. Amma bu yüzlərlə olsa, minlərlə olsa, artıq bu effekt yaranacaq. Ona görə deyirəm ki, mütləq bizi izləyənlər falanlar var. Bu reklam sayılmır bilər, dövlət application'dır. Məsəl üçün asan müraciət belə bir proqram var. Asan müraciət edin. Problemləri görürsünüz ki, deyin. 8 həftə olunub, nə bilim, nişan yoxdur, piyada keçidi yoxdur. Yazın. Bütün dövlət qurumlarının əlaqə bölməsinin bu özü eləməli deyil ki, mən onu niyə deməliyəm? Deməli bir də deyim biz onu. Biz oturub bir yerdə fikirləşirik. Bizim bir də başqa nəticəyə də gətirib çıxarda bilər. Bizim bir dostumuz var idi, Allah rəhmət eləsin, Rövşən. Rövşən 22 yaşında agentlikdə işləyən, kifayət qədər savadlı, rus dilində bir şeir kitabı olan bir oğlan idi. Bir gün yolda gedəndə bir binadan inşaat zamanı çox da böyük kütləli yox, çox balaca bir daş qopdu və onun başına düşmüşdü və Rövşən xəstəxanada 2 gün sonra rəhmətə getmişdi. Bunun 5 il əvvəl Port Bakunun yanında təhsil naziri, səhv etmirəmsə təhsil naziri bir idarəsi. Orada gedirik, bir də yaşlı xalazad var da belə yanımda. Don səs gəldi. Bu arada Rövşən gedəndə qulağında qulaqcıq var idi deyə daş qopanda səs gəlmişdi. Hamı qaçmışdı, bu eşitməmişdi. Səs gəldi, qaçdıq, daqqatı daşlar düşdü, balaca daşlar. Zəng elədim 102-yə. 102-yə dedim ki, bəs filan idarənin qabağındayam, yuxarıdan daş düşdü.
okey qeydə aldıq. Üstünə yarım saat keçdi, mənə polis zəng elədi. Filan bölmədəni siz dövlət qurumundan şikayət etmisiniz. Zəhmət olmasa yaxınlaşın, izahat yazın. Dedim ki, mən şikayətimi geri götürürəm. Dedi ki, 102-yə zəng eləyin, deyin ki, şikayətimi geri götürürəm. Zəng elədim 102-yə, dedim şikayətimi geri götürürəm. Bir dəqiqə, oradan o vaxtlar hər hansı bir özəl şirkət idi yəqin Binati-kəndə developer. Orada niyə dövlət? Dövlət binasıdır o. Təhsil Nazirliyinin hansısa qurumudur, səhv etmirəmsə. Yəni şikayət təsəvvür et, polis zəng eləyir sənə, filan bölmədən dövlətə. Bax orada qanunvericilikdə bax məsələn o anormal bir şey yaranır. Məsələn sən şikayət maraqlı keçdi, necə yəni dövlət. Mən də biraz cəsarətli adamam elə şeylərdə, dedim. Şikayətimi geri götürürəm. Biz necədir? Məsələn adam gəlir deyir ki, mən polisə şikayət yazmışam. Polisdən mənə zəng eləyirlər ki, gəl bölməyə izahat yaz. Deyir, mən şikayət eləmişəm. Deyir, yox, sən izahat yazmalısan. Çünki bunların hansısa normativ aktlarında və ya qeyri-normativ aktlarında sənəddə göstərilib ki, adamın izahatı alınmalıdır. O sənədlə elektron müraciətin sinxronlaşdırılması hansı qanunvericilik səviyyəsində aparılmadığına görə ki, adamın şikayəti artıq izahatda. Mən bir də bölməyə gəlib eyni şeyi təzədən niyə yazım? İzahatı özüm yazdım, imzamla təsdiq edirəm və heç bir təzyiq olmadan yazmışam adlı bir əlavəni də ora eləməlisən. Çünki polisin qaydalarında, daxili qaydalarında bu var. Biz ona deyə bilmərik ki, sən daxili qaydaları ignor elə. İndi bu məsələsidir. Gəl deyək ki, burada mən davamlı surətdə filan yerdə belədir, filan yerdə belədir, çəkən bir adam olmuşam. 12-13 il. Günlərin bir günü dayandım. 13 il davamlı olaraq şikayətləri göstərən və yolda deyinən bir adam 13 ildən sonra dayandı. 15 ildə avtostop aparıram. Son 2 ildə bu məsələni çox az eləyirəm. Söhbət televiziya verilişlərindən gedir. Televiziya, sosial şəbəkələr, şəxsi tanışlıqlar və s. Mən dayandım. Mən yenə təkrar edirəm. Mən vergimlə maaş alan adamın yerinə işləmək istəmirəm. Dostum, gəl, xətti elə çək ki, silinməsin. Mən Şərifzadədə təsəvvür edin ki, 2 il sərasər hər axşam efirə çıxanda deyirdim ki, dirəkdə işıq yanmır. 18-10 oldu, dirəkdə işıq yanmır. 18-20 oldu, dirəkdə işıq yanmır. Bunların bir dənə zamanı var. Gün tez batdı, tez çıxdı, söhbəti yoxdur. Hansısa 1977-ci ilin oktyabr ayında Çaparica rayonunda qərar veriblər ki, həmişə 19-10-da yanmalıdır. Elə həmin anda yandırır. Mən başa düşdüm ki, mən külək dəyirmanları ilə mübarizə aparan Don Kixot olmaq istəmirəm. Bəli, deyirəm, eləyənlər var, düzəldən var, aradan qaldıran. Sonra da isə deyirəm ki, qardaş, mən sənin yerimə niyə işləyirəm? Sən bir özvü qaldır, çıx kabinetdən, bax gör mənim rayonumda nə baş verir. Sən bunu niyə turaldan öyrənməlisən? Xeyr olayı. Belə deyim də, elə həmin kabinetdən qalxmaq üçün vətəndaş cəmiyyəti özü güclü olmalıdır. Yəni onun arxasında odur ki, yəni təbii ki deyirəm ki, yəni bir dəfə, 2 dəfə, 3 dəfə Tural deyəcək, Anar deyəcək, Əli deyəcək. Yorulacaqsan da. Hə, yox. Bunlar tutaq ki, hər hansı bir rayonla bağlı, mən indi misal da gətirəcəm. Kifayət qədər çoxlu belə deyim də şikayətlər olsun, rəsmi müraciətlər olsa, heç buna görə hər zaman telefon zənginə ehtiyac yoxdur. Ona görə deyirəm ki, o ən yaxşısı elə yazılı müraciətdir. Çünki elə asan müraciət sən fin kodla daxil olmalısan, yəni faktiki özündə təsdiq etməlisən bu MyGov-la. Ona görə harası gedib ərizə yazmaq ehtiyac olmur. Əksər hallarda, amma və belə cəmiyyət, nə bilim, hər zaman ayıq olan cəmiyyətin qabağında da dövlət də hər zaman daha məsuliyyətli davranır. Mən buna əminəm ki, nəyə görə mən bunu danışıram? Həqiqətən Bakının mərkəzi rayonları var ki, xüsusilə də məsəl üçün necə deyim, bu turizm rayonu deyim, mərkəzi rayon, tarixi rayon deyim ki, o ərazidə nə baş verirsə dərhal gündəmə düşür. Ona görə o həmin ərazilərlə bağlı dövlət qurumları özü də monitorinqlərimi keçirir, yəni ki, nəzarət də daha güclüdür. Yəni orada heç vaxt, yəni nişan olan, yəni 3 metrdə olan nişanlarda maşını görməyəcəksən. Çünki ya kameralar var, ya mütləq sən kiməsə yəni necəsə o problem dərhal gözə çarpacaq da və amma müqayisə üçün hətta günəşlidə olan bəlkə də bir illərlə bir yaranan problem var və orada yaşayanlar üçün bu problem vecinə deyil. Amma vətəndaş cəmiyyəti dediyim kimi hər zaman ayıq olanda,
hər hansı bir etapda bəli, razıyam ki, dediyiniz kimi, yəni deyir ki, nə qədər anar göndərib, nə qədər Tural bunun haqqında danışmalıdır. Amma bu kütləvi şəkildə 15 ildir danışıram. Deyir, yox, 15 ildə söhbət müddətinə getmir. İnsanlar kütləsindən gedir. Yəni kəmiyyətdən söhbət gedir. Bu adamlar Həqiqətən xilas yolunu Bəli. sənin inboksunda, Əlinin və mənim inboksumda axtarır. Bəli, Halbuki bəli. onun xilas yolu onun mənim inboksumda öyrə, onun icra hakimiyyətinin inboksunda. Sonra ciddi şeyler gelir. Problem məndədir. Bax bir də Hep şey videosu zaten. Inbox sən o videonu nəyə göndərsən? Sizin de geçen inboxlarınız var. Mən inboxumu götürsəm, bir dənə kitab buraxmaq olar. Bakı şəhərinin problemləri, bir 200 səhifə, bu küçədə belə, bu küçədə həqiqətən elədir. Amma dediyim kimi, yəni insanlar özləri, yəni biraz ayıq olsa, biraz məsuliyyətli olsa, bu avtomatik olaraq iki tərəfə işləyəcək. Bax bir video var. Mən telefonda da yaddaşa vermişəm. Kürdəxanın girişində ağac əkmişdilər. Kopdan sonra gəldilər ağacları tappatarab çıxartdılar. Ağaca keçək. Mən o videodan sonra hələ də bir dövlət idarəsinin açıqlama etdiyini görmədim ki, o nə idi? Niyə o ağaclar çıxarılırdı? Nə baş vermişdi? Yəni bastırdıqları belə ağacı Kürdəxanı yazılmış yerdə videoda var. Çıxardırdılar. Bəlkə oradakı Kürdəxanı şey oradakı xəstə. Bu arada şeydir, adı nədir? Sibrizin Kürdəxanıya qədər böyümə planı var. Bu arada müsahibələrin biri var ki, Sibriz Kürdəxanıya doğru irəliləməyə başlayır. Elə yaşıllıq var idi da, müəllimi niyə ikinci dəfə xərcə salırsınız? Adam 50 milyona yaşıllaşdırma üçün hələ yenə də dediyinə görə artacaq Sibrizin yaşıllaşdırması. Yəni səhranı bir şeyə çevirir də, ya oazisə çevirir. Yəni o ağaclar var idi da, yəni niyə çıxardınız? Bir açıqlama yoxdur. Şəhər Salma Arxitektura İdarəsi bir qanunsuz tikinti ilə bağlı paylaşım eləyəndə biz yerli icra hakimiyyətləri olsun, bu Nizami, Suraxanı və ya digərlərinin açıqlamasını görmürük. Ki bu nə idi? Məsələn, sonuncu açıqlama Hövsan qəsəbəsində yaşayış binasının evinin kommersiya məqsədli dəyişilməsi ilə bağlı bir şey idi, açıqlama idi Şəhər Salma Arxitektura İdarəsindən. Məsələn, biz Suraxanı rayon icra hakimiyyətindən və ya digər icra hakimiyyətlərindən məlumat eşitmədik ki, desinlər ki, biz birlikdə eləmişdik, bəli, qeyri-qanunidir və s. Yəni, birlikdə hərəkət etmək məsələsi önəmlidir. Daha sonra biz gəlirik şəhərin içərisinə giririk. Şəhərin xüsusi qorunan əraziləri var. Çox diqqət edilən əraziləri var. Hər yerdə kamera, polis əməkdaşları və s. Və şəhərin gözdən qıraqda qalan, gözdən iraq Getto əraziləri var. Biz insan yönümlü şəhərin kənarından başlasaydıq, misal üçün, ay Hövsan əhli, Elvin Qasımov küçəsini sizin üçün düzəltdik. Sizin burada maşınlarınızı gətirib 2-3 sıra perpendikulyar, yəni 15-lərdən ayaqla 5 dəqiqəyə çata biləcəyin yerə fırrab Hövsana gəlib maşını Şüşəli bazarın yanında saxlama. Sənin üçün bir dənə bir dövrədə fırlanan balaca tramvay eləmişik. 20 qəpik ödəyəcəksən, hop, tramvayla gələcəksən ora, keçəcəksən. Misal üçün deyirəm də, atıram da, ağlıma gələn bir şey deyirəm ki, Hövsan əhalisi bunu görür, sonra deyir ki, klubda sənin üçün kino seansı eləmişik. Sənin gənclik mola gəlib orana məşğul eləməyə ehtiyacın yoxdur. Çünki ən yaxın kinoteatr ona ya getməlidir Bakıxanov rayonuna, Bakıxanova, ya da gəlməlidir şəhərə. Yəni istənilən halda şey eləyəcək də. Yəni mənə o 15 dəqiqəlik şəhəri verməyi şəhərin mərkəzində yox, məhz şəhərin qırağında eləsəydik. O Hövsan, Əmircan, Sabunçu, Əhmədlidə yaşayan Şənbə bazar övladı ilə əylənməyi şəhərin mərkəzində xilas kimi görməsəydi, bəlkə də şəhərin mərkəzində heç dəyişməyə də ehtiyacımız olacaqdı. Sən necə fikirləşirsən? Bir məna olaraq dəstəkləyirəm. Bu tək 15 dəqiqəlik şəhər konsepsiyası deyil. Ümumiyyətlə şəhərin lap 15 dəqiqə, 25 dəqiqə olsun, tək bir mərkəzi olmamalıdır. Bəli. Yəni bir mənalı olaraq da. Yəni bu prosta Bakının tarixidir. İçəri şəhərdən o tərəfə başlayıb böyüməyə. Amma bunun ən azı belə indi yeni tövsiyələrə baş plana qayıdırıq. Yenə də baş planda qeyd olunub ki, Bakının 5-6 alt mərkəzi yaradılmalıdır. O alt mərkəzin biri də elə Hövsandır. Biri Mərdəkan
Şüvəlan hissəsidir. Yəni Hövsan Peyk Sovet dövründə Peyk şəhər kimi salınmışdı. Hövsan qəsəbəsi. Sovet dövründə Bakı şəhərinin şeyində, sənədlərində o Peyk şəhər statusunda idi. Город Mayak, Город Sputnik. Rus dilində oxumuşam onu. Yəni təsəvvür edirsiniz Sovet dövründə plana bax adamda. Biz ona 40 ildən sonra gəlmişik ki, indi gəlin orada bir alt mərkəz yarada. Aha. Yəni bir mənalı olaraq odur. Yəni şəhəri yükdən azaltmalıyıq və yəni gəlməni azaltmalıyıq da. Elə dediyiniz məsələ tək nə bilim onu Hövsanda tramvay biraz mən oradan başlamamalıyıq. Sırf tramvaydan söhbət. Ola bilsin bu misal idi. Misal üçün deyirəm. O misal idi. Amma tam olaraq dəstəkləyirəm ki, hər hansı bir şəhər qırağını biz konsepsiya olaraq bir yanaşma tətbiq etsəydi, elə heç olmasa bir dənə alt mərkəz yaratsaydıq, nümunəvi də göstərsəydik, məsəl üçün Hövsanda insanlara belə şərait yaratmışıq. Sizə də məsəl üçün Mərdəkanda belə şərait yarada bilərik. Ya da ki, məsəl üçün nə bilim Qaraçuxur olsun, fərq eləməz. Yəni kiçik bir ərazidə bunu etmək mümkün olardı. Yəni Mida var, Midanın kinoteatrı yoxdur. Mida haqqında danışmışıq. Mida ümumiyyətlə belə konsepsiya olaraq maraqlıdır. Bəzi orada məsələlər var. Məsəl üçün bu memarlıq cəhdindən orada fərqli ola bilərdi, dominantlar ola bilərdi, o ola bilərdi. Amma prinsipcə Mida kiçik bir indi düzdür mikrorayon daha çox Sovet terminidir. Yəni 9-cu, 8-ci mikrorayon. Amma mikrorayon indiyə proyeksiya eləsə, o da kiçik bir alt mərkəz kimi onu götürmək olardı. İnsanın öz hətta nəinki kinoteatr, muzeyi də ola bilərdi, nə bilim teatr ola bilərdi. 4-cü mikrorayon oftalmologiyanın qabağından gəldim, Pioner kinoteatrı idi. Yəni sənin yanında Pioner kinoteatrı var idi. Sən şəhərin mərkəzində dostluğa gəlməyə ehtiyacın yox idi. Bəli. Dostluq kinoteatrı nə bina kimi bina işlənir. Coworking mərkəzi eləməyiblər, biznes mərkəzi eləməyiblər. Nə də kinoteatr kimi kinoteatrdır. Qalıb orada gözləyirlər nə vaxt hansısa sənətdən onu çıxartsaq, sökək yerinə bina tikək mıx kimi. Bəli, ona görə tək orada bir şeyin nə qədər adamın gözü var. Bu dəqiqə gözləyirlər ki, hansısa sənətdən çıxsın ha. Hətta sadə belə indi bilmirəm ola bilsin vəziyyət dəyişib belə 2-3 il ərzində Midaya gedəndə bir dənə belə coffee shop görə bilmədik. Yəni coffee shopu açmaq yəni o qədər də böyük biznes deyil də. Dönərxana var. Hə, dönərxana. Dönər və market. 2 dənə şey var. Və köşk. Və köşk. Vəssalam. Nə də dönəri yedin, siqareti çəkdin, qalxırdın. Kinoya baxmaq istəyirəm. Kinoya baxmaq. Yer şəhərə. Yəni bizim o bu 1 saat hansı ki dərinə getsək elə belə deyim də insan uşaqlıqdan yaranan bu dünya baxışı teatrlardan, muzeylərdən ondan başlayır da, yəni dönərxanalardan dəqiq olmamalı. Kopaoğlu'nun Sovetinin vaxtında hər qəsəbədə klub var idi. O klubda dərnəklər də var idi və kinoda seansları da var idi. Deməli, həmin klubu bərpa edərək kodlama dər, məsələn, Elçisi Labın Mərdəkan filialı eləyirsən, klubun içərisində kiçik, tutaq ki, birinci, deməli, 5 yaşdan, 12 yaşdan uşaqlara kodlama dərsləri. Bəli. Düzdür? Bu uşağın bir də baza-bazalara getdiyi, ata valideyn gedir, hara gedir? Şənbə gündür uşağın nə bilim müzikçilik dərsidir. Amma bu burada harda üzə bilər? Heç harda üzə bilmir. İzah edə bilərəm də fikrimi. Yəni, əslində bizim bu 1 saat yarım danışdığımız şey odur ki, bizim şəhərin mərkəzi, biz o deyirik, parking ona görə bahadır ki, cəlbedici olmasın da burada saxlamaq. Get başqa yerdə saxla, metro ilə gəl. Şəhərin mərkəzi o qədər cəlbedicidir ki, mən bütün əyləncələrimi, yaxşı restoranlarımı, dostlarımla kinoya baxmaqlarımı ancaq orada gördüyümə görə mən deyirəm ki, yaxşı da daha gəlim də, neyiniyim? Ona görə şənbə bazar bütün molların qabağı dolu olur. Ya səhər tezdən gəlməlisən, günorta gəldin, hoppa, sən deyirsən, bu nədir, tıxacındır. Çünki adam əylənməyə bir yalnız şənbə bazarı qalıb, kapitalizm onu ancaq 2 dəfə istirahət eləmək hüququ tanıyıb. O da deyib ki, hara gedə bilərəm? Məsələn, mən Hövsanda hara gedə bilərəm? Heç hara gedə bilmərəm. Publardır, yəni orada şey eləyirlər. Bu dediyim məsələnin çox yaxşı nümunəsi də Amburan moldur. Bəli. Gör nə qədər o ətrafdakı adamlar gedir ora. Amburan molda çox da qəşəng sakin. Nə parkinqin özündə yer var. Bəli, restoranlarda yer yoxdur. Sənin bir zolağı tam olaraq parkinqdir. Onu bir ara belə bardurla da ayırdılar. Bəli. Bardurun qırağı da parkinq oldu. Böyrdə parkinq açıblar təzə. 100% o da birazdan. Və şey də kinoteatrın
çox sakitdir. Gənclik molda 28 molda kinoya baxmaq zülmdür. Zülmdür. Mənə yaxındır, gəlirəm orada baxıram. Amma Amramov sakit kinoya baxır. Adam azdır həm də. Məsələn, keçən dəfə qızımla filmə baxırdıq. 2 nəfər idi. Zal bomboş, zal bağlatdın. Dedim ki, qızım, zal səni bağlatdırmışam. Adam ona kinoya baxır. Yəni bu tipli şeylərin olması, bu təkcə Bilgə və Mərdəkan sakinləri üçün yox. Məsələn, Suraxan rayon arasında da olmalıdır da. Bu Suraxan rayonunda yaşayan adam şəhərin mərkəzi ona cəlb edici gəlməsin. Nə var şəhərdə mən bu vaxtı gəldim. Kinoya baxmaq istəyirəm burada, restorana baxmaq istəyirəm, dəniz də burada. Yəni dəniz kənarında olan rayonlarımızın heç birində kiçik bulvarlar yoxdur. Yəni bir var Sumqayıt bulvarı, bir də var bulvarı, Bakı bulvarı. Vəssalam. Heç bir rayon bunun Hövsan daxil, Zirə daxil, hamısının dənizə çıxışı var. Hamı dənizin qırağında hansısa restoranı eləyib, amma bulvar hamısında çinmirsən də, Allah səni saxlasın. Bulvar eləyə bilərsən də, insanlar sadəcə gəzsinlər. Məsələn, Sumqayıt bulvarı insanların daha çox toplaşdığı, gəzdiyi, zamanı keçirdiyi yerdir. Həm də bunları birləşdirmə olar. Bilmirəm Batumidə olmuş yoxsa yox. Orada bəli, orada çimərlik, bulvar zolağı var, velosiped zolağı var, ondan sonra çimərlik idi. Yəni inteqrasiya bütün İsraildə də bəli, İsrailin bir çox şəhərlərində də belədir. Yəni bulvarla çimərlik, bütün bu əyləncələr, hətta açıq havada kinoteatrlar var burada Tel-Əvivdə. Bir çox şəhərlərdə də Tel-Əviv bilmirəm, amma var. İsrailin özündə var belə misallar ki, yəni dəniz qırağını çox düzgün, səmərəli istifadə edirlər. Çimmək istəyirsən çimərlik, kinoteatr var, klublar var, diskotekası var, bulvarı var. Hər şey dəniz qırağında. Ümumiyyətlə hər hansı bir şəhərin dəniz qırağında ya da ki, ümumiyyətlə dəniz ətrafında çayın qırağında olması çox böyük bir üstünlükdür. Bəli. Biz bunu istifadə eləmirik. Yəni sən tutaq ki, o Bilgə bu daşniklərin çimərliyi dediyi, bağ adamların çimərliyi dediyi ərazinin aşağı hissəsi çimərlikdir, yuxarı hissəsi qayalıqdır da. Oranı kiçik bulvar gəzinti bir yerinə çevirsək, ora sadəcə iki sevgilinin görüş məkanına çevrilməyəcək də, maşından sonra da postpatır. Nə edirsən burada? Qızın xəbəri var. Sən gedib ölməyə. Olmayacaq da bu. İctimai nə idi? İctimai asayişi pozursuz. Öpüşürəm də. Bu ictimai asayişdir. Öyle bir ictimaiyyət olaraq şeydir. Orada bir suitidir, bir də mənəm. Nə Allah səni sağlasın. Göydən də yağış tökür. Hə, yəni dediyim odur ki, biz bu yerlər o dediyi parkinqlər şəhər ərazisinin səmərəli istifadəsi. Biz hər nəinki şəhər ərazisi, şəhər olmayan, kənar, boş əraziləri belə səmərəli istifadə edə bilmirik. Yəni müəyyən bir ərazi filan tutaq ki, hava limanından birbaşa bizim qatar xəttimiz yoxdur. Dünyanın bir çox ölkələrində çıxdım hava limanına, qatara oturdum, gəldim mərkəzi vağzala. ADN-in son planında var idi. Yenə də bunu kim maliyyələşdirəcək, yəni bu hansı müddətdə olacaq? Həm də axı bu ərazilərin keçdiyi yerlər müxtəlif dövlət təşkilatlarının əraziləri. Məsələn, Sokarın ərazisidir. Sokar deyə bilər ki, 20 ildən sonra orada mən neft çıxardacağam. Sən burada necə apara bilərsən dəmir yol xəttini? İndi misal üçün deyirəm ha. Bu necə olacaq? Baxıram günəşli günəşli dağın üzərinə, keçən dəfə gələndə Qaraçuxur tərəfdən gedirəm. Baxıram ki, qardaş, bu niyə yaşıllaşdırmırsınız da? Yəni kop demirdiniz. O da bu deşiyi açmırdınız. Gəlib bunu elə ətəyində eləsəydiniz, 10 ildən sonra ora elə bir təbiət ekosistemi olur. Çünki o aşağıda torpaqda ki neft çıxardırsınız, onun radiasiyası var. Sən bunun qarşısını ala biləcəyin ən yaxşı şey o təbii baryer dediyimiz ağac baryerlərin yaradılmasıdır. Gedirəm çəkilişə Qobustan tərəfdə, taxıl zəmiləridir, ağaclıq falan yoxdur. Sovet dövründə mən tarixi misalları çəkməyə çox sevirəm. Sovet dövründə bir gün Stalin deyir ki, biz taxılımız niyə alınmır bizdə? Gedin, araşdırın, tapın. Alimin adı yadımda deyil, bəlkə də tapsaq deyərik. Bu deyib ki, bütün taxıl zonalarının, harada taxıl əkməmsən, onun ətrafını kvadratdan ağaclar əkəcəksiniz. Təbii baryer yaradacaqsınız. Bu zaman külək əsəndə sənin bitkilərə zərər verməyəcək və o təbii ekosistem, ağac baryerlər onu qoruyacaq. Və bu Sovet dövründə taxılçılıq zamanı istifadə edilmiş praktikalardan biri idi. Məhsuldarlığa həqiqətən təsir göstərirdi. Və biz bunu Avropada görə bilərik. Baxırsan ki, hansı zonadır və kvadrat ağaclardır. Bizdə gedirsən, çöllü bir yan, buradan inək gəlir, buradan dana gəlir, bunu ağacla şeylə də əkmir. Qobustan dağlarının birinci sırasını əkib, şəkil çəkdirmək üçün. İkinci sırada yola verib, üçüncü sırada başını buraxıb çıxıb gedib. Əkmə planı olsaydı xəritə tapardıq da elə. Hə, əkmə planı olmadığına görə bizim startapımızın da xəritə planı. Xəritəsi tap. 4 dağ ağacın xəritəsini tapmaq olmur. Yəni biz deyirik ki, bizə xəritə verin ki, harda ağac əkə bilərik. Nə hıtılar bilir. Heç kim və hamı yola verir.
Yəni ölkənin ağac xəritəsi kimi. Ölkənin ağac əkmək, məsələn, bizim əpimiz nədir? Anar ağac əkmək istəyir, amma ağacı harda əkmək istəyir? Kimdən əkmək Nə istəyir? əkməlidir? Nə əkməlidir? Bilmir. Bunun sonradan təbiətə faydası nədir? Yəni və o əpin içərisində sən baxırsan ki, misal üçün, Əli qeyri-hökumət təşkilatı ağac əkmə kampaniyası keçirir həmin ərazidə. Ya mən ora donate eləyim, ya da qoşulum onlara, ağacımın pulunu verim, götürüm ağacımı özümlə bərabər əkim. İzah edə bildim də fikrimi. Və siz bu ağacı harda əkəcəyinizi bilmirsiniz. Çünki Bakı şəhəri daxil Azərbaycan işğaldan azad olunmuş zonaların çıxırıq. Çünki onlar sıfırdan qurulub və birbaşa birinci şəxsə hesabatlıq olduğuna görə orada var. Onlarda var. Tutaq ki, planında, Ağdamın baş planında var, Füzulinin baş planında var. Siz Azərbaycan Respublikası ərazisində harda ağac əkə biləcəyinizi bilmirsiniz. Ağac əkmək ölkə üçün, dövlət üçün yükdür. Yəni, tutaq ki, sabah biz meşə fondumuzu artırmaq üçün gərək nə qədərsə pul xərcləyək. Bir də var ki, sən vətəndaş olaraq deyirsən ki, mən meşə fonduna donate eləyirəm və sənlə gəlirəm ağac əkməyə. Çünki hər kəslərin ağacın yerinə nə qədərsə ağac əkməlisən. Belə bir şey var. Ya məktəblərdə 800-900 uşaq oxuyur. Bir dənə məktəb sadə götürsə desə ki, bu dediyin dağ, nəmi Qobustandakı dağ. Biz valideynlərə yazsa ki, 5 manatdan ağac əkəcəyik. Hər valideyn 5 manat pul yükləsin. Mənə eləməsin də, ora donate eləsin. Bəli, donate. Uşaqlar aparıb əksə. Gör uşaqların, o uşaq sabah böyüyəndə uşaqlar öz uşağına deyəcək ki, bax buradakı ağacları biz əkmişik. Sən 20 illik bir xatirə yaratmış oldun uşağa. Təcrübə budur da. Yəni şəhərin experience-i yəni, budur. sizin təsəvvür ki, sizin startapınız var, kodunuz var, işlək sisteminiz var. Sadəcə xəritəni belə apilərini vurmaq lazımdır ora. Hətta biz deyirik ki, kağızda yazmısansa koordinat ver. Və üstə gəl, biz sənə deyə bilirik ki, sənin orada nə qədər ağacın var. Bizdə ağacın hesabatlığı yoxdur. Ona görə o Kürdəxandan o ağacı çıxartdı. Çünki ağac olaraq, rəqəmsal olaraq heç bir yerdə o elektron hökumət dediyimiz məhz budur da. Elektron hökumətdə o ağacın sayı yoxdur, hesabatlılığı yoxdur. Bax bizim bütün bu danışığımız odur ki, biz çox gözəl və müqəddəs şeylərdən danışırıq, amma bunun hesabatlığı olmayanda, bizə gəlib deməyəndə ki, bax biz sənə bu yolu düzəltdik. Məsələn, keçən dəfə dedim ki, aynanın ən böyük səhvi Ukrayna dairəsində o idi ki, o demədi ki, cəmaət 6 ay əziyyət çəkəcəksiniz. Baxın, 6 aydan sonra super olacaq. İndi ləngiyə bilərsiniz. Plan paylaşılıb ki, 6 aylıq işdir. Yox, misal üçün deyirəm 6 ay. Sən rəqəmə niyə girsən? Mən deyirəm ki, ümumiyyətlə desin ki, sən ləngiyəcəksən. Bax, ay cəmaət, bu yol düzəldirik. Bundan sonra bax bu plan həyata keçir. Ona görə indidən nəticə vermə. Və ya bax bu yolu düzəltdik. Burada keçiricilik qabiliyyəti artdı. Burada bunu elədik. Burada bu sürət bu qədər artdı. Cəmaət bu qədər tez çatdı. Hesabatlılığı olmayan cəmiyyətdə gördüyümüz işin nəticəsini yenə də əziyyət çəkə-çəkə bu 2 saat belə şey eləyə belə ehtiraslı çeynəmək məcburiyyətində qalırıq. Çünki bizə heç kim hesabat vermir. Çünki bizi saymırlar. O deyir ki, mən hesabatı X adama verəcəm. Qardaş, sən kimsən, mən sənə hesabat verim. Bu dəqiqə qulaq asan həmin məmur deyir ki, cicdən boş-boş danışır. Şaqqallayaq. Hə, buna bax. Get başa tükür. Yəni deyə biləcəyi maksimum bu olur. Amma və hesabat da vermir ki, mən bunu düzəltdim, bunu elədim. Mən görmürəm bunu. Bax bu dediyimiz məsələlər ki var, məsələn də bu bulvar. Müxalifət. Ha, çox İçimdə əlkərimdə girir. Dəyərli həmvətənlər, əziz Azərbaycanlılar başlayır. Sizdən sonra bir dənə də yaxşı çox bir misal gətirərəm, danışdın bu hesabatlarla. Ya bab dediyimiz bulvar, Velsabet, ağaclar, bunlar hamısı təcrübədir də. Yəni mən Bakıda xoşbəxt yaşayıram. Bizim xatirələr, yaxşı xatirələrimiz ya uşaqlığımızdadır, ya da xarici səfərlərimizdədir. Bir də oturub normal yeyib içsək, sən danışacaqsan Avropa gəzməyi, Hindistandan oradan. Stokholmda bunu gördüm. Hə, mən də Bakı ilə bağlı yaxşı xatirəmiz qalmayıb. Bəli. Və xatirəni yaratmağa icazə vermirlər. Buyur. İndi ona da keçərəm. Hesabatlıqla bağlı birinci son gördüyüm hesabat o idi ki, yaxşı bir həqiqətən bu insanlar ki, avtobus zolaqlarına etiraz edirlər. Son rəqəmlərə hesabat verdilər ki, avtobus zolaqlarında hərəkət edən sərnişinlərin 900 mindir gündəlik olaraq. Amma velosiped yollarında yenə də biz bundan başlamışıq söhbətimizi, podkastımızı. Axırıncı xarici səfərim Polşa olub Varşavada. Orada yaşayan həm yerimiz belə bir
velosiped boyu bir cihaz göstərdi. Keçirsən keçən velosipedlərin sayını sənə göstərir. Hə, keçirsən necəsə bilmirəm indi daçik falan olmasa belə, yəqin ki kamerası var, yenə necəsə göstərir ki, bu gün burdan məsəl üçün 500 dənə velosiped keçir. Çox yaxşıdır. Çox yaxşı bir şeydir. O da cəmi bir küçədə qalıb, o da nəyə görə? Həmin velosiped zolaq salması o küçədən başlayıblar və oradan başlayıblar deyə deyir ki, bax təzə yol çəkmişik və indi buradan bu qədər keçir. Super. İndi orada hər kəs oradan velosipeddən istifadə edir, amma yenə də onu orada saxlayıblar ki, məsəl üçün bilmirəm bizimki ölkələr üçün nümunə üçün yəni necəsə, amma faktiki olaraq göstərir ki, bax bu küçədən İnsan rəqəmləri görəndə artıq inanmağa başlayır da. Hə, sabah mən buradan piyada keçəndən və tutaq ki, deyəndə ki, məsəl üçün velosiped yolu həmin çəkini daraldır, halbuki daraltmır. Bir misal olaraq, ya da ki bir sürücü olaraq öz rəqəmləri elə bir qəsdən böyük eləyiblər. Hə, görüb ki, bu velosiped olaraq nəyə lazımdır? Görsə yox, olur 1000 dənə 700 nəfərdən 700 nəfər artıq buradan keçib də. Yəni o 700 nəfər maşında olsaydı mən burada dayanmışdım. Mən bəlkə də burada tıxacdaydım bu vaxtda. Bu hesabatlıqla bağlı ikinci məsələ isə siz şeylə bağlı dediniz. Xatirələrlə bağlı. Əslində xatirələr nəyə görə bizdə uşaqlıqda var? Soveti çox pisləyə bilərik, amma Sovetin bir yanaşması o var idi ki, o bütün şəhərlərə hər hansı bir unikallıq qata bilirdi. Bəli, dövlət idi, özəl bir şey yox idi, amma bir misal olaraq yəqin ki Stalin memarlığı üsulunu yəqin ki tanıyırsınız. Vahid bir usul idi, yəni burada İzmir parkın yanındakı Bəli, amma onların dominant binaların hamısı bütün şəhərdən fərqlənirdi. Məsəl üçün Moskvada olsun, Kiyevdə olsun. Məsəl üçün bizdə Stalin üsulunda tikilən nə bilim ən möhtəşəm binalardan düzdür onu sonra biraz yarımçıq qoydular. Elmlər Akademiyasının binası olsun da bu Hüseyn Cavid parkın yanında biraz yuxarıda. İkinci belə bina siz postsovet ölkələrində tapa bilmərsiniz. Hə, yəni o da bir xatirədir. Hər hansı bir ərazidə yaşayan, hətta onun siluetini görsə belə arxasında hər hansı bir hekayə ola bilər. Yəni həqiqətən bu xatirələr yaratma bilər. İndiki tələbəliyimi orada keçirdim. Bəli, indiki yaratdığımız xatirələr nədir? Tutaq ki, hər hansı bir Dubayın binasını gətirib qoyursan Bakıya. İndi mənim Dubay xatirəmdir, yoxsa Bakı xatirəmdir. Bir çoxları blogerlər falan ən çox. Yəni Bakının mol xatirəsi yaranmağa başlayıb. Yəni mənim 28 moldakı xatirəm. Sibirizin məsələn özünün xatirə şeyi var. Hekayəsi var. İçəri girəndə sən fərqli bir şey görürsən. Bəli. Yəni gözün başqa bir şey görür. Başqa mühit görürsən. Ora şəhər salmadı da. Bəli, başqa mühit görürsən orada, bəli, başqa mühit görürsən. İndi bugün sabah sirki var, bugün sabah kinosu olacaq və getdikcə artıq o Sibirizdə yaşayan şəhərə gəlmək bir şey olmayacaq. Dənizi var, kinosu var, əyləncəsi var, konserti var, hər şeyi var. Şəhəri niyə gəlsin? Elə ən gözəl nümunələrdən biridir də. İndi biraz çox reklam getdi, pulunu da verməyiblər. Amma istənilən halda, yəni indi şəhərdə bizim mol xatirəmiz var. Yəni mənim qızım deyir ki, ata yadındadır Dəniz Molda falan şeyə baxır. Dəniz Mol niyə xatirəmdə olsun da mən? Düzdür. Amma bəzi belə deyim də, necə adamın Allahı var, yaxşı misalları var, amma nə bilim o da tək-tükdür də. Yəni tam olaraq yəni biz xüsusilə bu Rusiyadan blogerlər gəlir, selfie çəkir. Mən elə bil Dubaydayam. Niyə sən özün Dubaydasın? İstəyirəm ki, sən yazasan ki, Bakı nə gözəldir. Mən elə bil Dubaydayam. Bakının ruhunu silib. Mən elə bil Parisdəyəm. Olmaz ki, sən elə bil Bakıda olasan. Bakı olmalıdır da. Yəni mən istəyirəm bir. Bu arada son olaraq çünki bu məlumatı sənin səhifəndə görmüşdüm Dilqəmlə söhbətində. Bu tarixi ərazilərin sökülməsi, nə bilim 2 mərtəbəli binalar var. Həmin ərazilərin sökülməsi və yaşıllıq ərazisinə çevrilməsi ilə bağlı bir məsələ idi. Bəzi binalar var ki, bizdə praktikada əvvəl tarixi abidələr siyahısında olur. Sonra tarixi abidələr siyahısında möcüzəvi şəkildə silinir və o binanı sökürlər ki, tarixi abidə deyir ki. Və ya siz nə görürsünüz, bu 100 yaşı var, o demək deyil ki, bu tarixi abidədir, deyib sökürlər ki, tarixi abidənin şeyi var, spesifikasiyası var, bəndləri var, budur, qız qalsın sökmürəm ki, yəni bu şeydir. Amma o binanın belə, məsələn, mən hər zaman şəhərsalma ilə və şəhərlə bağlı danışanda bu efirdə Zivər bəy Əhmədbəyev küçəsini misal gətirirəm. Zivər bəy Əhmədbəyev Azərbaycanın ilk ali savadlı memarıdır. Bu küçə onun adınadır. Bu küçəni qalxan kimi döndün Azad Qadın heykəlinin yanından, Sosial Müdafiə Fondunun binasının keçən kimi sol tərəfdə 3 sıra, 1, 2, 3 sıra çox qəşəng 2 mərtəbə binalar var. O binalar baxımsız şəkildədir.
girirsən içəri, giriş hissəsi, fasadı əladır, naxışları. Baxırsan ki, pəncərədən damı yoxdur, içəri su axır. Sanki kimsə oturub belə, sökülmədi bu bina, yarasız ad düşmədi, nə vaxt sökürük deyə yanaşma eləyirlər. Halbuki Bakı özünün identikliyini tamamilə itirib, siması yoxdur. O ərazinin sökülməsi ilə bağlı rəsmi açıqlama varmı? Mən tapa bilmirəm, çox təəssüf. Bəlkə sən hansısa bir formada məlumata maliksən və həqiqətən orada nə etmək istəyirlər? Həqiqətən mərkəzi parkı ora qədər uzatmaq istəyirlər, ağac əkmək üçün. Son eşitdiyim rəsmi açıqlama o idi ki, dedilər həmin ərazidə tarixi abidələr sökülməyəcək, yerində qalacaq. Amma sırf nəyə görə biz həmin məsələni işıqlandırmışıq? Yenə də deyirik ki, bax o ərazi özü olaraq, yəni elə bil Bakının tarixi bir ərazisidir də. Yəni söhbət bu toxumadan gedir. Yəni orada bəli, bəzi nədir? Ruhdan gedir. Bəli, ruhdan gedir də. Yəni onun ən yaxşı paralel aparmaq üçün onun içəri şəhəridir. İçəri şəhəridə bu haqda kinoda da danışılmışdı, Gün keçdi filmində də. Orada da içəri şəhəri bir ara sökmək istəyirlər. Hətta baş planı hazırlamışlar və deyir ki, biz Qız qalasını saxlayırıq, Şirvanşahları saxlayırıq, nə bilim Qoşaqala qapısını saxlayırıq, amma digər hamısını sökürük, nə bilim yeni binalar eləyirik. Amma indi bir dəqiqə təsəvvür edin ki, yəni o binalar orada qalsaydı, ətrafı park olsaydı, hə nə olacaqdı? Yəni sırf o belə deyim də kvartal tipli şəhər salma və orada yaşayan yoxdur, ümumiyyətlə o binanın, o ərazinin bir tarixi olaraq saxlaması önəmlidir. Bəli, bəzi küçələrdə orada restavrasiya ehtiyac var. Yəni Share Street tipli bir küçələr yaratmaq olar. Orada artırılmış balkonlar var, onları yığışdırmaq olar. Bəli, bunları hamısını eləmək olar, amma toxuma olaraq, yəni Bakının tarixi strukturu olan bir toxumadan söhbət gedir ki, o saxlanılmalıdır. Biz yəni onun mübarizəni aparırıq və belə deyim də, indiki son status nədir bilmirəm, amma ondan əvvəl demişdilər ki, tarixi binalar saxlanılacaq, ətrafı park ediləcək. Amma onun yaxşı belə bir misalı var. Bu həmin Mərkəzi Parkın 3-cü fazası açılmışdı və orada bir dənə köhnə hamam saxlayırlar. Bir dənə köhnə hamam qalıb, ətrafı bütün park. Yəni sən necə orada ruhu hiss edə bilərsən? Yəni hamamda desən kitabxana elə bilər, hə? Ola bilsin, bəli, hə, nəsə belə bir şeydir orada, hə. Ona görə hamamdan kitabxanaya nə tər sürətlə keçiriksə. O başqa ayrıca bir mövzudur, yəni bunların istifadəsi. Amma bu cür tarixi binaların, amma ümumi olaraq yəni oradan söhbət gedirsə, sən həmin toxumanı saxlamalısan, kvartalın özünü saxlamalısan və orada söküləsi nə varsa, elə orada 3-4 dənə yeni dediyimiz yenilikli novostroykalar varsa, onlar söksən bəs eləyir. Onlar söksən bəs eləyir. Digərlərini abadlaşdırmaq, yəni həmin mühitə ora qaytarmaq. Məsələn, Amsterdamda nə edir? Amsterdamda binada yaşayış yoxdur. Bina köhnədir. Binanı saxlayır. Dəymir. Üzünü rəngləyir, qardaş. Burada yaşayış yoxdur, giriş də edə bilməsən. Sən binanı görürsən və başa düşürsən ki, burada 200 il bundan qabaq, kimsə oturub bir dənə rəsm əsəri çəkib Amsterdam kanalına baxa-baxa. Yəni bunu eləmək olardı. Ən azından. Yəni dediyim, yəni şeylə adamlarla planlarımızla, istəklərimizlə, arzularımızla məmurların istək və arzuları üst-üstə düşməlidir. Amma bu da çox təəssüf ki, 95% hallarda üst-üstə düşmür. Yəni Yasamal rayonu, məsələn, Əsəd Əhmədov küçəsi. O nə yönümlüdür bilmirəm. Yəni o küçəyə girirsən, əvvəldən axıra qədər gedirsən. Hansı küçədir? Düz Günəş Petroldan qalxanda Şərifzadədən gəldin sola. Yeni Yasamalın başlayan yeri. Əsəd Əhmədov küçəsi. Hansı ki o küçəyə başladın, sən həyatının ən pis anlarını yad sən boşanmağı yadva salacaqsan. Nə bilim. Mən boşanmadım yanımda. Və bu, bildin, yəni bitəndən sonra deyirsən, yox, həyat gözəldir, davam eləmək lazımdır. Yaxşı ki, bu qərarları vermişəm və davam eləyirsən. Yəni o kəsik var ha, Sirat körpüsüdür də. Yəni Əsəd Əhmədov Sirat körpüsüdür. Orada insanların iç yüzü açılır. Biz insanları real olaraq tanıyırıq. Yəni iki cütlük oradan getsə, bir cütlük oradan getsə, Əsəd Əhmədov küçəsinə bitənə qədər boşanmasalar deməli yaşayacaqlar birlikdə. Bax bildin elə küçədir. Çünki Yasamal rayon icra hakimiyyəti marağında deyil ki, onun sakinləri insan yönümlü yerdə yaşasınlar. Bunu ittiham kimi qəbul edə bilərlərmi? Xeyr. Amma mənə elə gəlir ki, Yasamal rayonunda biz tikintilərinə baxanda sadəcə başa düşürük ki, onlar gəzmirlər öz rayonlarını. Çıxsın bir dənə ictimainin 8-ci mərtəbəsinə və ən hündür binasından baxsın ki, mıx kimi çıxan binalar necə onu korlayıb, iç-içə olan binalar necə korlayıb. Bu nə küçədir, bu nə prospektdir, bu nə şeylərdir.
metro inşaatçılar stansiyasının yaxınlığı nə vəziyyətdədir? Onda biz bilə bilərik ki, burada onu həll etmir. Yəni ümumi olaraq şeyləsək, toparlasaq, insan yönümlü şəhərdə yaşamaq istəyirik. Yetər ki, istəklərimizlə reallıqlar üst-üstə düşə bilsin. Bir dənə də son əlavə, bunun üçün də elə Yasamal misalına, Yasamalın seçkili bələdiyyəsi olmalıdır və seçilən elə namizədlər də Yasamalı sevən, Yasamalın tarixini bilən və siz dediyiniz küçələri yaxşı bilən, problemlərini bilən belə deyim, insanlar idarə etsə, yavaş-yavaş düzələcək. Təşəkkür edirəm Anar, gəldiyinə görə. Bu 2 saat bizimlə bərabər oldun. Əli bəlkə də öz-özünə sual ki, mən insan yönümündən 2 saat nə danışa bilərəm? Danışa bilərmişik. Təşəkkür edirəm, çox sağ ol. Sağ olun, çox maraqlı oldu. Çox sağ ol. Görüşərik. Qismət olsa. Uğurlar.